Deməli, başladı canlı yayım səhv eləmirəmsə, biraz gözləyim bir 15-30 saniyə müəyyən qədər görək kimsə gələcəkmi? Çalışacağım ki, mümkün qədər problemsiz, mümkün qədər normal edeyim. Ümid edirəm ki, səs və videoda hazırda problem yoxdur. İlk dəfə canlı eləyəcəm deyə və ilk dəfə ümumiyyətlə hansı mövzuda spiker olmadan, yəni sual verən olmadan danışacağım üçün biraz azca gərginlik də var. Ümid edirəm ki, problem olmayacaq. Məncə yavaş-yavaş başlaya bilərik. Deməli, bu canlını açmaqda məqsədim əslində ondan ibarətdir ki, günorta bu haqda post da yazmışdım və məsləhətlər istəmişdim. Mütəmadi olaraq ümumiyyətlə canlı yayınlar açmaq və haqqında yazdığım, haqqında onsuz da post formasında danışdığım mövzularda daha vizual, daha səsli formada danışmaq və mümkün qədər şərhlərlə birlikdə daha interaktiv söhbətlər eləmək üçün istəyirəm ki, mütəmadi canlı yayınlar açım və ya Facebook'dan davam edəcəm, ya da bəlkə YouTube kanalı açıb YouTube kanalından davam edə bilərəm. Amma hazırda böyük ehtimalla hələ ki Facebook'dan davam edəcəm, çünki burada artıq müəyyən qədər auditoriya var və YouTube kanalı açsam, ora insanları cəlb eləmək və müəyyən qədər genişləndirmək vaxt alacaq, çətin olacaq. O cəhətdən özümü hələ ki Facebook'da daha rahat hiss edirəm. Ona görə də burada başlayıram və ümid edirəm ki, pis, yaxşı nəsə alındıra biləcəyik. Birinci mövzu Epstein sənədləridir. İstəyirəm ki, əvvəlcə Epstein sənədlərindən danışaq. Epstein sənədləri ilə bağlı səhər bir post paylaşdım. Facebook algoritmində biraz kömək elədi. Xeyli insana çatdı post və artıq görən insanların sayı 20 mini keçib, 200-dən çox reaksiya var. Epstein sənədləri ilə bağlı məsələ bundan ibarətdir ki, Epstein sənədlərindən danışanda əslində konspirasiya nəzəriyyələrindən və hətta müəyyən səviyyədə istər-istəməz az qala antisemitist konspirasiya nəzəriyyələrindən kənarda çox qalmaq mümkün olmur. Çünki hadisələr elədir ki, elə bil ki, bir tweet var idi hətta, elə bil ki, bütün konspirasiya nəzəriyyələri birləşib və bir insan bədənində canlanıb, o da Jeffrey Epstein'dir. Yayılan sənədlərdən belə bir şey görünür ki, məsələn, biz bugünə qədər düşünürdük ki, Jeffrey Epstein təxminən Amerika elitasında və Qərb elitasına sızmış, onları hansısa formada bir şantaj şəbəkəsinə daxil edə bilmiş, müəyyən azyaşlıları istismar eləməklə və bu istismara digər elitadakı nümayəndələri də qatmaqla özünə siyasi və iqtisadi qazanclar əldə eləmiş bir insandır. Amma bu sənədlərin yayılmasından sonra və ümumiyyətlə son 1 ildə, 2 ildə gedən hadisələrin inkişafından belə görünür ki, əslində məsələ bu qədər bəsit deyilmiş, məsələ çox daha böyük, məsələ çox daha geniş imiş və çox daha mürəkkəb imiş. Deməli, yayılan sənədlərdən görünür ki, Amerikadan, Britaniyadan, hətta Norveçin özündən, hətta Azərbaycana qədər çox böyük bir siyasi iqtisadi elita Epstein'dən həm siyasi məsələlərin həllində, həm müəyyən qərarların alınmasında məsləhətçi kimi, vasitəçi kimi istifadə edilmişlər və niyəsə ona mütəmadi şəkildə hesabat verilmişlər. Çox qəribə məsələdir, çünki biz illərdə Epstein adı çəkilir, xüsusən 2019-cu ildə həbsdə bizə deyilənə görə ölü tapılmasından sonra belə düşünmüşük ki, Epstein bir növ bir psixi manyakdır və cinayətkardır və insanlar da ondan sadəcə asılı hala düşdükləri üçün, hansısa formada şantaja məruz qaldıqları üçün sadəcə onunla əlaqədə qalıblar, amma elə deyilmiş, ən azından hazırda gördüyümüz qədərilə. Məsələn, Azərbaycana 2014-cü ildə gəlmiş bir konqres nümayəndə heyəti var, hansı ki, rəsmi səfər çərçivəsində bir neçə Amerika konqresmeni Bakıya səfər ediblər. Onların siyasının dəqiqləşdirilməsində Epstein'dən məsləhətlər alınır, Epstein'in məsləhəti ilə hansısa konqresmen siyahıya daxil olunur və niyəsə Bakıda o insanlar kimlərlə görüşəcək, harada oturacaqlar, nələri müzakirə edəcəklər, bütün bu rəsmi agenda əvvəldən Epstein'ə göndərilir. Bununla bağlı hər bir detal əldə edə bilmirik, çünki sənədlərdə çox məhdud sayda məlumat var bu mövzuda, amma görə bilirik ki, çox fərqli ölkələrin çox fərqli elita nümayəndələri
mütəmadi formada Epsteinlə hesablaşıblar və bu təbii ki çox təbii bir prosesə oxşamır. Çünki Jeffrey Epstein'in nə siyasi, nə də iqtisadi titulu belə bir şeyə icazə vermir. Gördüyümüz qədərilə Azərbaycan dilində məncə olmalıdır. Yoxdursa düzəliş eləyərəm, amma bildiyim qədərilə Azərbaycan dilində olan ifadədir. Yəni türk dilindən götürməmişəm. Amma yoxdursa da düzəltməyə çalışaram. Və bunun arxa planında əslində bir sual yaranır. Bütün bu sənədlərə baxanda, bütün bu mənzərəyə geniş bucaqdan baxanda bir sual yaranır ki, niyə? Yəni niyə Epstein Britaniya kral ailəsi ilə bu qədər yaxınlaşır? Norveç siyasətində, Norveçli diplomatlarla, Norveç kral ailəsi nümayəndələri ilə bu qədər yaxın əlaqələr qura bilir? Yaxud niyə Zelenski 2019-cu ildə, yəni Larry Summers'la Epstein arasındakı bir yazışmanı görürük ki biz, Zelenski 2019-cu ildə Putinlə bağlı problemini həll etmək üçün Epsteinlə məsləhət almaq istəyib. Yaxud 2014-cü ildə Ukraynadakı Maydan inqilabı dövründə yenə Fransadakı Rothschild ailəsindən, Rothschild nümayəndələrindən, səbəbsə Ariane Rothschild Epsteinlə məsləhətləşmə aparır Ukraynadakı inqilabla bağlı ki, nə düşünürsən Maydan prosesi ilə bağlı? Yəni bunun arxa planında bir sual yaranır ki, niyə? Yəni birdən nə oldu ki, bu insanlar qərar verdilər ki, biz Epstein'ə yaxın olmalıyıq, Epstein'in adasına getməliyik. Məsələn, ya da Elon Musk'ı görürük. Elon Musk Epstein'in adasına getmək üçün bir neçə dəfə müraciət edib. Təbii ki, günün sonunda adaya getməyib, cinayətlərdə iştirak eləməyib, o şəbəkəyə o və ya bu formada çox da daxil olmayıb. Amma daha çox bu bir növ ya taleyi ilə gətirib, ya da biraz da bacarıqsızlığı nəticəsində. Çünki bir neçə dəfə cəhd edib, amma alınmayıb. Və sual yaranır ki, niyə? Və bu sual elə bir sualdır ki, bu sualda biz konspirasiya nəzəriyyəsi qurmadan, hansısa özümüzdən nəsə yaratmağa çalışmadan heç bir nəticəyə gələ bilmirik. Biz məcburuq ki, bütün bu sənədlərə baxaq, bütün bu hekayəyə baxaq və Epstein haqqında hansı bir nəzəriyyə yürüdək. Və bu nəzəriyyə də istər-istəməz bizi biraz qəribə yerlərə çəkir. Çünki onsuz da bütün bu hekayə uzun illər boyunca danışılan, 10 illər boyunca danışılan o məşhur dünyanı idarə edən bir qrup ailə, məşhur dünyanı idarə edən bir qrup şeytani insan konspirasiya nəzəriyyəsinə çox uyğundur. Yəni sanki illərdir bizə deyilən və bizim çox da ciddi almadığımız, gülüb keçdiyimiz bu konspirasiya nəzəriyyələri əslində real imiş və hətta səhər bundan bağlı bir şey görmüşdüm ki, sanki bəlkə də illər ərzində biz bunları gülüş obyektinə çevirək, biz bunları qeyri-ciddi konspirasiya nəzəriyyələri kimi qəbul edək deyə xüsusi bir cəhd olub və biz də buna bir növ aldanmışıq. Ona görə də indi sualımız budur ki, Epstein tam olaraq kim idi ki, siyasi titulu nə idi ki, bu adamın iqtisadi, siyasi arxa planı nə idi ki, bütün Amerika elitası, Britaniya kral ailəsi, Norveç kral ailəsi, Birləşmiş Ərəb Əmirliklərinin milyarderləri, Səudiyyə Ərəbistanının kral ailəsi, Fransanın siyasi elitası, yəni, bir mənalı şəkildə bütün qərb, hətta bəzi qeyri-qərb siyasi və iqtisadi elita bu adamdan bu qədər asılı gəlib, bu adam bütün siyasi iqtisadi şəbəkənin, əlaqələrin bir növ mərkəzinə çevirib və əlaqələndirmələr aparıb. Ən müxtəlif məsələlərdə bu adam təsir mexanizminə sahib olub. Yəni demirəm ki, bu adam oturub adasında, Virginia adalarının öz adasında bütün bunları idarə edib. Amma görünən budur ki, sənədlərə baxanda və sənədlərdən çıxarılan nəticəyə baxanda görünən budur ki, bu adamın dünyada gedən bütün proseslərə az qala necəsə təsir imkanları olub. Və burada konspirasiya nəzəriyyəmiz bizə bir şeyə göstərir. Və konspirasiya nəzəriyyəsi qursaq təbii ki, bütün bu hekayənin sonunda bizi bir nöqtəyə aparır bu məsələ. O da təxminən buna gətirib çıxardır ki, bəlkə də Epstein İsrailin bir agentiymiş, İsrailin bir siyasi figuruymuş, hansı ki o Amerika elitasına sızdırılıb və burada məqsəd Amerikanın İsrail'e olan sadiq müttəfiqliyini sonuna qədər təmin etməyiymiş. Yəni bir gün Amerika siyasi elitası, Amerikanın siyasi iqtisadi elitası biz bu İsrail'lə yetərincə müttəfiqlik elədik, bundan sonra bizim müttəfiqlik eləməyə ehtiyacımız yoxdur. Ya da İsrail'lə müttəfiqlik eləsək belə, İsrailin təhlükəsizliyini təmin eləsək belə, məsələn, İranın nüvə yataqlarını, nüvə bazalarını bombalamaq ehtiyacımız yoxdur. Yaxud da Qolan təpələrinin işğalını tanımağa ehtiyacımız yoxdur. Yaxud da
paytaxtın Qüds olmasını tanımağa ehtiyacımız yoxdur. Səfirliyi Qüdsə köçürməyə ehtiyacımız yoxdur. Qəzzada ən az 70 min, yəni İsrailin qəbul etdiyi qədərilə ən az 70 min insanın ölməsinə göz yummağımıza ehtiyac yoxdur. Bəlkə biz İsrailin Qəzzada törətdiyi işğal və qətliama Rusiyanın Ukraynada törətdiyi işğal və qətliam kimi yanaşa bilərik kimi fikirlərə sahib olmasına bir növ mane olmaq üçün bir preventiv tədbir imiş kimi sanki bu adamı Amerika elitasının içinə qoyublar və Amerika elitası içində bu adam yaratdığı yalnız Amerika elitasında yox təbii ki, Britaniyada, Norveçdə, Fransada, Birləşmiş Ərəb Əmirliklərində ən müxtəlif regionların ən müxtəlif siyasi iqtisadi elitasında sanki bu adam bir növ yerləşdirilib ki, Amerikanın və Qərb ümumi kollektiv Qərbin İsrailə olan təxminən sədaqəti təmin olunsun. Yəni bu təbii ki, konspirasi nəzəriyyəsi kimi səslənir, hətta müəyyən səviyyədə antisemitist konspirasi nəzəriyyəsi kimi səslənir, amma onsuz da bütün hekayəyə baxanda biz görürük ki, bu 10 illiklər boyunca danışılan bütün bu konspirasi nəzəriyyələrinin sanki bir canlı bədənə birləşdirilməsi hekayəsidir, bütün Jeffrey Epstein hekayəsi. Məsələn, biz görürük ki, Norveçdə solçu bir hökumət var. Norveçdə Fələstin mövzusunda çox vokal, İsrailə qarşı çox tənqidi yanaşan bir hökumət var. Amma o və ya bu səbəbdən Norveç neft fondu bütün etirazlara baxmayaraq, hökumətə çox yaxın həmkarlıq ittifaqlarının bütün tələblərinə baxmayaraq, çox on minlərlə insanların iştirak etdiyi böyük aksiyalara baxmayaraq, İsrailə qoyduğu sərmayəni tamamilə geri çəkmədi. 2023-cü il noyabrından bəri bu mövzuda çox böyük bir təzyiq var. Hətta mənim tələbəsi olduğum Oslo Universitetinə qarşı təzyiq var ki, o İsrailin bütün akademik institutları ilə bütün əlaqələrini dayandırsın. Amma o və ya bu səbəbdən nə Norveçin Fələstin mövzusunda vokal və İsrailə qarşı tənqidi yanaşan solçu hökuməti İsraillə bütün iqtisadi əlaqələrini kəsməyə razılaşdı, nə də Oslo Universiteti bütün İsrailə qarşı tənqidlərinə və Fələstin mövzusundakı bütün həmrəylik iddialarına baxmayaraq İsraillə akademik əlaqələrini kəsməyə razılaşdı. Halbuki Rusiyaya qarşı bu tədbirlər demək olar ki, anında görülmüşdü. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal eləməyə qərar verəndə Norveçin bütün qurumları eyni ilə digər Avropa ölkələri kimi Rusiyaya qarşı sanksiyalara qoşulmuşdu. Bütün Avropa dövlətləri Rusiyanı hər cür formada təcrid eləməyə və hər cür formada hətta FIFA-dan, UEFA-dan, Eurovision-dan uzaqlaşdırmağa, hətta bu gün tennis turnirlərində belə Rusiyanı təmsil edən, Belarusu təmsil edən iştirakçılar öz ölkələrinin bayrağı olmadan çıxış edirlər. Yəni sanki heç bir ölkəni təmsil eləmirmiş kimi bayraqsız formada çıxış eləməli oldular. Bunun da səbəbi odur ki, Rusiya Ukraynaya qarşı təcavüzçü hücuma keçmişdi 2022-ci ildə. Amma eyni hərəkəti məsələn nə qədər tənqidi yanaşılsa da, nə qədər vokal formada hətta Fələstinə həmrəylik sözlər deyilsə də İsrailə qarşı görmədik. Bu sadəcə ondan ibarət idi ki, Avropa siyasi elitası özünü İsrailə yaxın hiss edir, İsrailin Fələstin mövzusunda haqlı olduğunu düşünür. Mən düşünmürəm ki, bütün məsələ bundan ibarət idi. Çünki biz hətta Almaniyanın baş naziri Friedrich Merzdən belə gördük ki, bu adamlar yeri gələndə İsraili tənqid edə bilirlər. Yeri gələndə bu adamlar öz içlərində, öz aralarında İsraillə heç də tamamilə razı deyirlər. Məsələn, Joe Biden'ın yenə 2024-cü ildə bir qapalı söhbətdə Netanyahu haqqında çox təhqiramiz ifadələrlə danışdığı barədə mətbuatda xəbər çıxmışdı. Amma nə oldu sonunda? Heç nə. İsrailə yardımlar davam etdi, İsrail üçün kəşfiyyat uçuşları davam etdi. Bütün İsrailin düşmənlərinə qarşı hər cür hərbi iqtisadi İsraillə həmrəylik davam etdi. Yəni, bütün bunların səbəbi həqiqətən bu insanların bir növ İsrailin öz təhlükəsizlik maraqlarını öz təhlükəsizlik maraqları kimi görməkləri, yaxud da İsrailin bütün arqumentlərini, bu mövzulardakı bütün konfliktlərdəki bütün arqumentlərini haqlı qəbul etməkləri idi. Mən buna xüsusilə bu Epstein sənədlərinin yayılmasından sonra çox şübhə ilə yanaşmağa başlayıram. Çünki düşünürəm ki, məsələ bu qədər sadə deyil. Məsələ sadəcə Joe Biden'ın, Friedrich Merz'in ya da Norveçin baş naziri Jonas Gahr Store'nin İsrailin arqumentlərini haqlı qəbul etməsindən və Fələstinlilərin həqiqətən də bir dövlətə layiq olmadığını düşünməsindən ibarət deyil. Yaxud da İranın həqiqətən sanksiyalar altında qalmasından və tamamilə tam təcrid olunmasını dəstəkləmələrindən ibarət deyil. Mənə gəlir ki, burada tamamilə daha mürəkkəb, daha bir növ asılılıq yaradan əlaqələr var, daha başqa bir şəbəkə var. Ola bilsin ki, bu Epstein'dir, ola bilsin ki, bu hətta Epstein'dən də daha güclü, daha dərin, daha mürəkkəb hansı şəbəkəni qurmuş və bizim öyrənə bilməyəcəyimiz qədər önəmli dərinliklərə sahib hansısa başqa bir qruplardır. Amma mən açığı çox şübhə ilə yanaşıram ki, ən azından bu sənədləri görəndən sonra
kollektiv Qərbin siyasi iqtisadi elitası, hətta kollektiv Qərb olmayan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, yaxud digər ölkələrin siyasi iqtisadi elitası İsrailə sadəcə onun gətirdiyi faydalar üstündən dostluq münasibəti bəsləyir. Ola bilsin ki, və bu sənədlərdən gördüyümüz qədərilə çox yüksək ehtimaldır ki, bunların hamısı bir ortaq şəbəkənin hansısa formada üzvləridir, ya da o şəbəkədən asılı halı gətirilmiş, gəlmiş insanlardır və ona görə də bütün qərarvericilik prosesində, bütün ölkələri ilə bağlı, bütün öz xalqları ilə bağlı önəmli proseslərdə məsləhətləşmələr aparırlar, hesabat verirlər. Məsələn, biz düşünər, məsələn, bir sənəd var, deyir ki, indi adı yadımdan çıxdı, bir Şərqi Asiya adına oxşar bir adı idi. Epstein'e yazıb ki, Suriyada Əsəd mənim bir dostumu həbs edib, sənin Əsədə qarşı hər hansı bir növ vasitən varmı ki, biz o dostumu azad edəyək? Çox qəribə gəlir mənə, yəni həqiqətən heç real gəlmir. Çünki məsələn biz görmüşük ki, təbii ki biz o insanlar qədər güclü insanlar deyilik, biz o insanların sahib olduğu network'a sahib deyilik. Amma biz görmüşük ki, hansı bir avtokratik rejim kimisə həbs eləyəndə müxtəlif beynəlxalq institutlar vasitəsilə, müxtəlif hüquqi siyasi yollar vasitəsilə daha üzdə olan fiqurlar, daha nə bilim, deyək ki, von der Leyen, Kaja Kallas, hətta ABŞ-ın prezidentləri, nə bilim, ABŞ-nin hansısa vəzifəli şəxsləri vasitəsilə o insanların azadlığı üçün çağırış edirik. Biz o insanların hər hansı formada azadlığa buraxılması üçün addımlar atmağa çalışırıq və bütün işimiz, bütün bu üzdə olan insanlarla hansısa əlaqələr qurmaq, hansısa formada onlardan kömək almaq vasitələri ilə olur. Amma məsələn, Jeffrey Epstein'e müraciət oluna bilir. Hansısa bir insan öz dostunun siyasi məhbusluğunu indi bilmirik tam olaraq o dostu kimdir, həqiqətən siyasi səbəblərlə həbs olunmuşdur, yoxsa həqiqətən hansı bir kriminal, bəlkə də şəbəkənin üzvü idi, yenə bu dostu da. Amma Jeffrey Epstein'e müraciət oluna bilir ki, filankəsi həbsdən azad eləməyə kömək eləsin. Mənə çox qəribə gəlir. Çünki məsələn, J.D. Vance'in bu yaxınlarda Bakıya səfər olacaq və biz təbii ki, yəni ümumi Azərbaycan kollektiv müxalif camiyyəsi son günlərdə tez-tez bunu müzakirə edir ki, J.D. Vance görəsən Bakıda hansısa bir insan haqları məsələsini qaldırarmı, hansısa bir spesifik siyasi məhbusun azadlığa çıxması tələbi ilə açıq olmasa da ən azından qapalı görüşlərdə nəsə bir söz deyərmi? Amma eyni zamanda biz məsələn bu sənədlərdən görürük ki, əslində heç də bütün bu əlaqələr və hətta bu azadlığa buraxılma tələbləri də publikdə bizə ictimai formada göstərilənlər kimi deyilmiş. Yəni bu insanların tamam başqa agendaları, tamam başqa əlaqə qurma vasitələri var imiş ki, biz onları görmürük, biz onlara heç bir formada çata bilmirik. Amma bu insanlar öz aralarında bir növ İngilislər demiş bubble yaradıblar ki, onun içində danışırlar, başqa vasitələrlə əlaqə qururlar və məsələn 2014-cü ildə konqresmenlərin Bakıya səfərini, necə ki, Bakıya səfərini təşkil edənlər, orada deyilir ki, məsələn, Azərbaycanlı sponsorlar məyusdur və onlara əlavə bir adam lazımdır ki, o da Bakıya səfərə qoşulsun, çünki hansısa konqresmen gəlməkdən imtina eləmişdi ya da hansısa səbəbdən gələ bilməmişdi. Jeffrey Epstein'dən soruşurlar ki, bu səfərin heyətinə kimsə məsləhət görsün. İndi, məsələn, ola bilərmi ki, Jeffrey Epstein 2019-cu ilin yayında ölü tapıldı, ya da en azından bizə deyildi ki, ölü tapılıb və bu şəbəkə bitdi. Yəni, ola bilərmi ki, bu qədər bu çirkli işlərə bulaşmış, öz aralarında bir şəbəkə qurub, ən müxtəlif formalarda, ən müxtəlif işlərdə əməkdaşlıq eləmiş bu qərb elitası, kollektiv qərbin elitası, hətta müəyyən qədər qeyri-qərb elitalarda sadəcə Epstein ölümü ilə bu şəbəkəni dağıtsınlar və hər öz istiqamətinə getsin. Yəni, çox şübhəylə yanaşıram və bəlkə də, məsələn, J.D. Vance'in də Bakıya gələcək, bəlkə o nümayəndə heyətinin tərkibinə bizim bilmədiyimiz ən qəribə insanların, ən belə gizli, adı bilinməyən insanların və o təsir gücünə sahib ola biləcəyinə inanmadığımız, ola biləcəyini düşünmədiyimiz insanların hansısa təsirləri var və biz də sadəcə oturub gözləyirik ki, J.D. Vance bəlkə Azərbaycan müxalifətinin hansısa çağırışını eşidər, bəlkə hansısa formada bizim onlara təsir imkanlarımız olar ki, onlar insan haqları məsələsini qaldırırlar, hansısa bir dostumuzun azadlığa çıxması məsələsini qaldırırlar, amma əslində arxa planda bütün bu işlər hansısa qəribə insanların, hansısa adını bilmədiyimiz arxa planda dayanan bir növ qəribə biznesmenlərin vasitəsilə aparılır və
heç də bu görüşlərin nə agendası, nə hansısa formada, nə bilim, ictimaiyyətə açıq olan heç bir tərəfi əslində bizə açıq deyilmiş. Sadəcə biz sadəlövhcəsinə belə inanırmışıq ki, bu görüşlər hansı formada ictimaiyyətə açıq ola bilər. Biraz çata baxın, çox danışdım biraz, biraz da özümü təkrarlayıram. Epstein demokratiya rəmzilə yaşasın Amerika, klasik Mossad adlı noktalar кейsinə oxşuyur. Adlı noktalar keysini açığı çox başa düşə bilmirəm, amma adlı noktalar keysində də tez-tez İsrailin Türkiyə daxilində kompromat yığmaq üçün istifadə etdiyi bir kəşfiyyatçılıq məsələsinə oxşuyurdu. Ola bilsin ki, hətta adlı noktalarda Türkiyənin Epsteiniymiş. Çünki adlı noktalar keysi ilə bağlı oxuduğum əksər şeylərdə Epsteinin həyat yoldaşı var, Ghislaine Maxwell. Ghislaine Maxwell'in qızları bir növ o şəbəkənin toruna salmaq, xüsusilə yeniyetmə qızları və bir növ qurbanlara insan alverini təmin etmək üçün qurbanların necə seçməsi ilə bağlı bir Guardian'a məqalə var idi və Adnan Oktar'ın qızları tapmaq üçün işlətdiyi üsullarla demək olar ki, eyni üsullardır. Hansısa qızı görünür, gözəl, onlar üçün gözəl qəbul olunur və onlar yaxınlaşırlar ki, bəs bizim model şirkətimiz var, yaxud da nəsə reklam çəkirik, aktrisa alır və sən bizim kriteriyalarımıza uyğunsan, sonra da proses təbii ki, davam edir. Məsələn, Ghislaine Maxwell-lə Adnan Oktar şəbəkəsində o işləri təmin edən insanların üsulları çox üst-üstə düşür. Ola bilsin ki, həqiqətən Adnan Oktar da Türkiyənin Epstein'iymiş bir növ, amma təbii ki, daha zəif yəqin ki, ya da ən azından bizə göstərilən qədərilə daha zəif. Çünki təbii ki, Türkiyə dövlətinin faktları ictimaiyyətdən gizlətmə qabiliyyəti Amerikadan daha yüksəkdir. Çünki məsələn Amerikada, əslində Amerikada uzun müddət cəhd oldu ki, bu faylların hamısı gizlənsin. Hətta Trump baxmayaraq ki, seçkidən əvvəl, 2024 seçkilərindən əvvəl vəd vermişdi ki, o hakimiyyətə gələn kimi Epstein fayllarını tamamilə açacaq və hətta iddia edirdi ki, bu Epstein fayllarının açılması ən çox demokratlara zərbə vuracaq. Amma hakimiyyətə gəldi və bir müddət sonra Epstein məsələsini danışmamağa başladı. Ümumiyyətlə o adı çəkməməyə başladı. Hətta səhv xatırlamıramsa, ki mən səhv xatırlamıram, Epstein məsələsi ilə bağlı sual veriləndə o demişdi ki, sadəcə axmaq insanlar Epstein məsələsi ilə bağlı hələ də danışmaq istəyirlər, hələ də onunla maraqlanırlar, çünki orada heç nə yoxdur və sadəcə dedikodulardır ki, hansı Epstein faylları var ki, böyük skandaldılar. Sonra konqresə gəldi məsələ, Epstein Files Transparency Act qəbul olundu, müəyyən səviyyədə respublikaçıların da köməyi ilə. Ondan sonra artıq ABŞ Ədliyyə Nazirliyinin qarşısında öhdəlik yarandı ki, fayllar tamamilə şəffaf formada və səhifəmizdə qanun layihəsi qəbul olunan andan etibarən bütün ictimaiyyətə açılmalıdır. Onunla belə hətta Ədliyyə Nazirliyi biraz ayaq dirədi və dedilər ki, qurbanların kimliklərini və onların həyatını və təhlükəsizliyini qorumaq üçün yalnız tədricən və müəyyən redaksiyalarla, müəyyən senzurlarla açıqlaya bilərlər. Ona görə də hazırda bizim əlimizdə artıq qanun layihəsinin qəbul olmasından səhv etmirəmsə 3 ay keçib, 2 ya da 3 ay keçib. Amma bizim əlimizdə sadəcə 6 milyon sənədin 3.5 milyonu var, hansı ki onların da mütləq əksəriyyəti senzurlanıb, mütləq əksəriyyəti redaktə olunub. Təbii ki, mütləq ki orada qurbanların kimliyini və həyatını qorumaq üçün də redaksiyalar olub, amma məsələn biz görürük ki, Epstein'in göndərdiyi bir mail var. Kiməsə yazıb ki, göndərdiyin işgəncə videosunu bəyəndim. O işgəncə videosunu bəyəndim yazdığı adam, yəni göndərdiyi mailin ünvanı kimdir, onu görə bilmirik. Amma cavab budur ki, hazırda mən Çindəyəm, mayın 2-ci həftəsində ABŞ-da olacam və Twitter'da gördüyüm qədərilə və kimsə onu screenshot kimi də paylaşmışdı. Netanyahu'nun bir növ səfər cədvəlinə uyğun gəlir orada deyilən Çin və Amerika Birləşmiş Ştatlarına olan səfər. Bəlkə Netanyahu'dur, bəlkə Netanyahu'nun komandasından kimsədir ki, onu da məsələn ABŞ-ın Ədliyyə Nazirliyi hansısa səbəbdən qoruyur. Təbii ki, səbəb təxminən aydındır. Amma yenə məsələn Trump'ın adı da bu yayılan sənədlərdə çox hansısa çəkilişlər çəkilmir. Aydındır ki, 6 milyon sənəd var, 3 milyon 500 mini hazırda ictimaiyyətə açıqdır, o da müəyyən redaktörlərlə, müəyyən senzurlarla və ən az 2.5 milyon sənəd və senzurlanmamış hissə yəqin ki, çox daha çirkli, çox daha qapalı hansısa cinayətlərin sübutudur. Hazırda biz görə bilmirik, bəlkə gələcəkdə görəcəyik. Amma Adnan Oktar məsələsinə gələndə, əgər ABŞ Ədliyyə Nazirliyi bütün bu konqresin təzyiqlərinə, bütün bu ictimaiyyətin tələblərinə, hətta qlobal ictimaiyyətin tələblərinə baxmayaraq müəyyən səviyyədə nələr gizlədə bilirsə, təbii ki, Adnan Oktar məsələsində də bəlkə də çox daha başqa kriminal network var orada və Türkiyənin önəmli insanlarını əhatə edən network var ki, biz hazırda onu görə bilmirik. Başqa oxuyum.
bu məsələnin üstünün açılmasına nail olmaq istəyənlər xeyir qüvvələrdir. Yəni xeyir qüvvələr məncə yoxdur. Amerika siyasi iqtisadi elitasında mən inanmıram ki, hansısa bir xeyir qüvvələr var, onlar tamamilə saf məqsədlərlə siyasi fəaliyyət aparırlar və məqsədləri insanlığı xilasa çıxartmaqdır ya da işıqlı günlər gətirməkdir. Mən belə olduğunu inanmıram. Əksəriyyətlə böyle ehtimalla bu işi görən insanların əsas məqsədi Epstein fayllarının ziyan verəcəyinə inandığı siyasi rəqiblərinin üstünə getməkdir bilinir. Məsələn, əgər hansı bir demokrat senator inanırsa ki, Epstein fayllarının açılması respublikaçılara və Trump administrasiyasına böyük bir ziyan verəcək, onlar təbii ki istəyirlər ki, Epstein faylları tamamilə şəffaf formada ictimaiyyətə açıqlansın. Məsələn, 2026-cı il noyabr ayında Konqresə midterm seçkiləri deyilən bu ara seçkilər olacaq. Bəlkə də həmin seçkilərə hesablanmış bir addımdır. Amma istənilən halda sənədlərin açılması və bu növdə təzyiqlərin olması qlobal ictimaiyyətə faydalıdır ki, biz görə bilirik ki, bizim görmədiyimiz bu 1990-cı illərdən 2019-cu ilə qədər xüsusilə ən azından bu şəbəkə daxilində, yəni başqa şəbəkələr də mütləq ki ola bilər, amma ən azından bu şəbəkə daxilində bizim görmədiyimiz nələr olub hazırda qismən görə bilirik. O cəhətdən bu insanlar xeyir insanlar olmasa da, bu insanların məqsədi günün sonunda insanlığı işıqlı günlərə çıxarmaq olmasa da müəyyən qədər fayda verirlər şəffaflığa və hansısa bir insanlığın hansısa bir inkişafına. TikTok'da hoşlanım yok. TikTok'a gitmeyi istemem. TikTok ve Instagram'ın hem auditoriya hem de yayın platformasının o şərtləri ki düzgün olmalıdır vesaire onunla keçmeyi istemiyorum. Hələ ki burada rahatam. Mesela hazırda mənim gördüyüm qədərilə 30 nəfər var indi burada görünən qədərilə. Yəni təxminən bu sayda gözləyirdim onsuz belki daha tezləşdirsəm biraz daha artar. Ama yani özümü daha rahat hiss edirəm belə olanda. Değerli Rüstəm bəy, salamlayır rəflər, diqqət izləyici və dəstək verəcək. Sizə rəflər davam olsun. Çox sağ olun bəy, minnətdaram. Bütün konspirasiyalar reallıqla ulaşdırmaq üçün edirlər təəssüf ki, bəlkə də olur. Bütün konspirasiyalar real deyil təbii ki, yəqin ki. Çünki məsələn şeydir, diğer postada şərh yazmışdım. O bir de konspirasiya teoriyası var ki, aslında dünyanı idarə edən bütün bu güclü siyasi iqtisadi əlaqələr olan önemli insanların hamısı kərtənkələ nəslindən gəlirlər. Yəni təbii ki, hər halda bu insanlar kərtənkələ nəslindən gəlmirlər. Ən azından elə ümid edirik. İndi 5-10 il sonra bəlkə hansı sənəd çıxacaq ki, aslında bu insanlar həqiqətən kərtənkələ nəslindən gəlirmişlər. Üniversite internette algoritm şeyler ben edip bu hakkında kontentler anlatın. Çok az şey karşıma çıkıyor. Çıkanlar üstü örtü danışırlar. Bu mövzuda çok yararlı bir şey oldu. Ben səhər o postu yazandan sonra bu gece boyunca karşıma çıkan, bu arada gece yatmamışam ve səhərdən kofe üstünde yaşayıram. Birazdan kafein ürəyinə vurub nəsə eləyəcək. Deyəcəklər ki, Epstein'lə bağlı yayım elədiyi gün ölü tapıldı evində. Amma yəni, kafein içdiyimə görə nəsə olacaq. Səhər tezdən yekə bir post yazdım. Və niyəsə Facebook algoritmi mən heç bir reklama qoymadan, heç bir bu highlights eləmədən onu xeyli insanın qarşısına çıxardı və ən son gördüyüm qədərilə hazırda artıq 22.000 nəfərə görünüb həmin post, hansı ki mənim cəmi 5.000 izləyicim var. Çox qəribədir o cəhətdən. Bu şərhlər tez-tez qaçır, ona görə normal oxuya bilmirəm. Demək, networking deyirlər də buna. Və açığı cavab mən o qədər məsum, o qədər günahsız bir məsələ olduğunu inanmıram. Məncə biraz daha yəni Epstein'in arxasında ciddi bir siyasi, iqtisadi gücü olmadan bütün bu işləri görə biləcəyini inanmıram. Çünki ortada Elon Musk var, Donald Trump var, Bill Gates var. Hansı ki bu insanların hamısının çox ciddi siyasi gücü, çox ciddi iqtisadi gücü var. Hansısa bir Jeffrey Epstein'ə aslı hala gələ biləcəklərinə inanmıram. Jeffrey Epstein'in aslı hala gələ biləcəklərinə inanmıram. Məncə bu işin arxasında bu insanların material, maddi bir gücü olmalıdır. Ya siyasi, ya iqtisadi cəhətdən ki, bu insanları özünü asla gətirə bilsin. Çünki bir məntiqsiz səslənir. Yəni məsələn, deyirlər ki, bu insanlar sadəcə cinsi xidmət almaq üçün bir Jeffrey Epstein'ə yaxınlıq eləyiblər və onun adasına gediblər. Benim düşünədiyim Bill Gates'in ya Donald Trump'ın həqiqətən Epstein'ə ehtiyacı var bu məqsəd üçün. Yəni özü güya hansısa çirkli işlərə, hansısa çirkli insan olverine qarışa bilməz ki, öz başına. Məncə o cəhətdən daha ciddi arxa planı olmalıdır bu məsələnin. Mossad xaltanı keçirib hamısının boynuna. Mən də buna inanıram və yalnız mən deyirəm təbii ki, Amerikada gördüyüm, oxuduğum bəzi məqalələrdə, bəzi şeylərdə deyilir ki, hətta mənim inandığım кейslərdən biri də budur ki, bütün bu Epstein'in həbs olunması, ölü tapılması, indi bilmirik o ölü tapılıb, intihar edib, öldürülüb, yoxsa ümumiyyətlə ölməyib, bəlkə də haradasa yaşayır hazırda. Amma mənə elə gəlir ki, bu
bəlkə də Amerika kəşfiyyatının, Amerika dövlətinin kəşfiyyat qurumları ilə İsrail dövlətinin kəşfiyyat qurumları arasında bir gərginlikdir, bir davadır. Çünki İsrail aydındır ki, İsrail kəşfiyyatı aydındır ki, aydındır deməyim, ən azından bizim konspirasiya nəzəriyyəmizlə davam eləsək, bu məntiqi ardıcıllıqla davam eləsək, belə çıxır ki, İsrail kəşfiyyatı Amerikanın siyasi iqtisadi elitasına bir növ həqiqətən xalta keçirib və bəlkə də indi Amerikan dövlət institutları və Amerika kəşfiyyatda Epstein'ə qarşı əks həmlə eləyərək və bütün bu şəbəkəyə əks həmlə eləyərək, onları müəyyən qədər ifşa edərək, aşkar edərək həmin bu xaltandan xilas eləməyə çalışırlar elitanı. Bu da bütün ölkənin KGB birləşməsinin nəticəsində sənəddə üzə çıxıb. Ola bilər. Bezəmə maksimal qərar verəsində onun rəhbərlərinin birini yoldaşları təhdid etmişdi misal. The Guardian paylaşmışdı. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu ilə bağlı qərar verəndən sonra, hətta ya da sayfamız əvvəl onun əsas hakimlərindən birini, həmin işdə olan hakimlərdən birinin ailəsi ilə bağlı Mossadın təhdidi olmuşdu. Amma yəni o da çox simvolik qaldı. Məsələn, Netanyahu ilə bağlı həbs qəti imkan tədbiri seçildi səhv eləmirəmsə, amma Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul elədiyini iddia edən, o müqaviləni imzalamış dövlətlərin ərazisində Netanyahu oldu, onların hava məkanından keçdi, heç nə də olmadı. Halbuki istəsələr, həqiqətən siyasi iradə olsaydı, çox da başqa şeylər edə bilərdilər. Və İsrailin real maddi gücünə baxanda, İsrailin real məsələn əhalisi 10 milyon, iqtisadi ümumdaxili məhsul 500 milyard dollar və ordusu da təxminən Türk ordusundan biraz daha zəif, biraz daha kiçik olduğunu nəzərə alanda inandırıcı gəlmir ki, bütün bu Avropa İttifaqı, bütün bu Amerika Birləşmiş Ştatları, Britaniya və ümumi bu kollektiv qərb dediyimiz şey, hətta kollektiv qərbdə qoyulan bir qərara Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və s. Bütün bu dövlətlər ola bilməz ki, hər halda İsrailin öz real maddi gücündən çəkinirlər. Təbii ki, burada yayınla bağlı problem var. Mənə bildiriş gəldi ki, internetdə problem var. Rüstəm Kökbəyli. Əhməd də qiyas olmayanda maraqlı olmuş. Əlbəttə, düzgün seçim Facebook. Bu arada yayım xeyirli olsun. O da Azərbaycanla bağlı nə sənədlər var. Azərbaycanla bağlı 3 əsas məqam mənə maraqlı gəldi və onu səhər postada yazmışdım. Təzədən burada deyim. Demək, Epstein'in Birləşmiş Ərəb Əmirliklərində olan bir milyarder dostu var, Sultan Əhməd bin Sulayem. Bu, konteyner logistika məsələləri ilə bağlı çox böyük bir şirkətə sahib, çox milyardlıq bir biznesə sahib bir insandır. Və bu adam Azərbaycanla iş görür. Bu adamın Epstein'e yazdığı bir mail var. Deyir ki, Bakı çox gözəl şəhərdir, mən hazırda Bakıdayım, hətta Parisdən də gözəldir. Bura gəlmək istəsənsə qoşula bilərəm, prezidentlə görüşəcəyik. Çox ağıllı, çox intellektual insandır. Onu müəyyən səviyyədə Şeyx Məhəmmədə oxşayıram deyir. Burada adı çəkilən Şeyx Məhəmməd də Birləşmiş Ərəb Əmirliklərinin həm baş naziri, həm də vitse-prezidenti də hazırda. Bu adamın Azərbaycanda gördüyü işlər var. Azərbaycanın da siyasi elitası ilə hansısa bir əlaqəsi var bu Sultan Əhməd bin Sulayemin. Və Epstein də Bakıya çağırır ki, Bakı çox gözəldir və gəlmək istəsən sənə qoşula bilərəm. Və bundan əlavə biz görürük ki, 2011-ci ilin 30 avqustunda Epstein deyəsən Parisdə olanda öz köməkçisinə ya da hansısa bir dostuna mail yazır ki, bəs Parisdən Bakıya first class ya da business class uçuş imkanı olan birbaşa uçuş varmı? Ona cavab verirlər ki, həftənin 2 günü səhv eləmirəmsə Azərbaycan hava yollarının, Azalın uçuşları var Parisdən Bakıya. Və sonra ona cavab olaraq soruşur ki, bəs Bakıdan New York'a birbaşa uçuş varmı? Yenə first class və business class olmaq şərti ilə. Onda deyirlər ki, yox, amma Frankfurt yaxud Parisdən keçməklə Bakıdan New York'a uçmaq mümkündür. Amma ondan sonra kəsilib. Yəni, maillər davamını mən tapa bilmədim ən azından. Kəsilməyibsə belə, kimsə tapsa, mənə göndərsə çox yaxşı olur. Epstein'in Bakıya gəlməklə bağlı bir axtarışı, bir niyyəti olduğu görünür, amma davamı olmayıb kimi görünür. Gəlir olan 2.5 milyon səhifədən görən nələr çıxacaq. Onlar bundan sonra yayılacağımı əmin deyiləm. Əslində hüquqi cəhətdən Ədliyyə Nazirliyinin qarşısına bir məsuliyyət qoyulub ki, onlar yayılmalıdır tezliklə. Amma bəlkə qurbanların kimliyini qorumaq adı ilə ya da bəlkə yayılsa belə çox ciddi senzuralarla yayılacaq. Biraz şübhə ilə yanaşıram. Trump, Shapiro, CIA, Trump, Steve'lə Epstein faylları yoxdur. Mən də bir yağı dedim. Trump hakimiyyətə gəlməzdən əvvəl və bütün vədlərini, bütün proqramını bunun üstündə qurmuşdu bu mövzuda ki, mən gələn kimi Epstein fayllarını atacağam və siz görəcəksiniz ki, Amerikanın siyasi iqtisadi elitası necə çirkəbə bulaşıb, necə bu radikal solçu deyirlər adamlar əslində hamısı kriminaldılar. Mən bunların hamısını ifşa eləyəcəm. Amma hakimiyyətə gələndən sonra
çox uzun müddət dedi ki, Epstein faylları diye bir şey yoxdur. Bunların hamısı solçuların yaydığı dedikodulardır. Kim buna inanırsa axmaqdır. Təxminən bu üslubdan istifadə edirdi. Amma sonra təbii ki, konqresdə Epstein şəffaflığı, Epstein fayllarının şəffaflığı aktı qəbul olunandan sonra artıq Ədliyyə Nazirliyi hüquqi cəhətdən məcbur qaldı. Rüstəm Kökbəyli, zionistlər yayımı dondurur. Mənə elə bir şey gəldi ki, yayında problem var, amma deyəsən yoxdur, bilmirəm, şərhlərdən en azından yoxdur. Və şərhlərin yükləməsi məndə gecikdi. Epstein bir tərəfə Fransanın çaddan uşaqlar qaçırması haqqında düşünürsən, Sarkozinin vaxtında sensasiya yaratmışdı. Yəni açığı bu haqda oxuduğum yadıma gəlmir. Oxusam bəlkə nəsə yazaram ya da gələn dəfə nəsə danışaram, amma Fransanın Epsteinlə, Sarkozy və Macronun adı Epsteinlə hansısa əməkdaşlıqlarda keçir, amma çaddan uşaqlar qaçırması ilə bağlı yəni yadıma gəlmir ki, nəsə oxuyum. Norveç kraliçə ailəsinin əldə son sübutlardan sonra vardı. Kraliçənin Epsteinlə hamilə qalması məsələsi əsasda. Yəni dünən axşamdan etibarən Norveçdə bütün sosial şəbəkələr, bütün dövlət mətbuatı daxil olmaqla bütün mətbuatın əsas gündəmi Norveç kral ailəsinin və yalnız Norveç kral ailəsi deyil əslində. Burada 90-cı illərdə Norveçin baş naziri olmuş Jagland maillərdə bir neçə dəfə adı hallanır və hətta Epstein bir yazışmasında onun haqqında My Guy, mənim adamım Jagland ifadəsini işlədir. Bundan əlavə Terry adında bir diplomat var, Norveçdə bir diplomat var, önəmli əlaqələrə sahib, önəmli network'a sahib bir diplomatdır ki, bu adam mütəmadi formada az qala həftəlik qlobal baş verənlərin icmalını hazırlayıb Epsteinə göndərilmiş və Epsteinlə başqa kanallar vasitəsilə əlaqələri var imiş, hansı ki birlikdə dünyada baş verənləri müzakirə edirmişlər və həll etməyə çalışırmışlar. Yəni çox skandal var hazırda Norveç siyasi və Norveç siyasi elitası və kral ailəsi ilə bağlı. Yəni bilmirəm axı nə olacaq, amma nəsə çox qarışıq vəziyyət. Az qala Britaniya kral ailəsi qədər Norveç kral ailəsi ilə də çox ciddi əlaqələr olub. Hətta təbii ki, bunlar dedikodudur. Amma bunlar dedikodudur deyir. Amma onsuz da Epstein məsələsi faktlar üstündə qurulmuş və illərlə cəmiyyətə açıq olmuş hansısa sübutların şey deyil də. Onsuz da konspirasiya nəzəriyyəsidir və necəsə indi ya vərbələrdən ya zəlzələdən en qədər prosesin nəticəsində ictimaiyyətə müəyyən səviyyədə açıqlanıb. Yəni deyilən odur ki, ehtimal var ki, en azından Epstein'in bir dostuyla söhbətində belə bir şey vurgulanır ki, Norveçin kralının oğlunun hazırki həyat yoldaşı Epstein'lə eşq münasibətləri yaşamış ola bilər. Yəqin ki də yaşayıb. İsrail lobbisinin güclü olması konspirologiya deyil, onsuz Trump'ın seçilməsində İsrail lobbisi seçki kampaniyasına maliyyə ayırmışdı. Epstein sadəcə alıb variantı tamamilə bağlı üçün 0 manevr garantiyası. Hə, mən də təxminən belə düşünürəm. Çünki Trump'ın əslində 2016-cı ildə seçilməzdən əvvəl tez-tez bu Amerikanın siyasi elitasına və Amerikanın bu xüsusi neokonlarına, Amerikanın bu müdaxiləçiliyinə qarşı çıxışlar olurdu və vəd edirdi ki, o Amerikan xarici müdaxilələrini azaldacaq. Amma biz xüsusilə o hakimiyyətə gələndən sonra gördük ki, elə olmadı. İrana da müdaxilə edirdi, İranı həm sanksiyaları gücləndirdi, həm hərbi müdaxilələr oldu və hazırda da hərbi müdaxilələri təhdid edir. Həm də İsrailin hər cür ekspansiyasına, hər cür hərbi təcavüzkarlığına dəstək verdi, həm maddi cəhətdən, həm də siyasi cəhətdən. Yəni düşünürəm ki, AIPAC-ın Trumpa verdiyi dəstəyin və başqa şeylərində Trumpın İsrailə sadiq qalmasında kömək olub. Sezgin soruşub, həqiqətən də fayllardan keçən elitə bu faylların yayılmasının qarşısını ala bilmirdi, yoxsa faylların yayılması kimi məsləhət verir. Əslində uzun müddət alıblar. Məsələn, 90-cı illərdən etibarən Epsteinlə bağlı en qədər şikayətlər olub. FBI-yə qurbanlar gediblər, müraciət ediblər ki, bizim başımıza belə işlər gəlib. Epsteinin adası var və adasından da əlavə həm New Yorkda, həm digər yerlərdə bu adam müxtəlif partilər təşkil edir və burada qurbanlar olub cinsi qısnama ilə bağlı. Amma heç vaxt ciddi bir istintaq hərəkət aparılmayıb. Sadəcə araşdıracaq deyib Brunov Azərbaycandakı kimi az qala yola veriblər bütün bu şikayətləri. Yalnız 2000-ci illərin sonunda ilk dəfə Epstein istintaqa cəlb olunub, amma onda da çox rahat şəkildə azadlığı buraxılıb və 2010-cu illərdə bu məsələ əslində pika çıxdı ki, artıq ictimaiyyətdən gizlənə bilməyəcək, səssiz qalına bilməyəcək səviyyədə artdı danışıqlar və şikayətlər. Ondan sonra 2019-cu ildə həbs edildilər və çox qısa müddətdə də ya öldürdülər, ya intihara məcbur edildilər, ya da özü həqiqətən intihar elədi, ya da bəlkə qaçırdılar adamı. Amma onsuz da 20 ildən çox bu adamın elədiklərinin gizli qalması və bu adamın elədiklərinin bir növ hüququn qarşısına gətirilməməsi üçün əllərinə gələn elədilər. Axırda məhkəməyə də çıxa bilmədi insan.
Sonra nə oldu? Sonra niyə faylları gizli saxlaya bilmədilər ya da məhv edə bilmədilər? Yəqin ki, bu Amerikada siyasi münasibətlərin çox mürəkkəb olmasından və çox fərqli maraq qruplarının olmasına görədir. Yəni tam gizli saxlamaq mümkün olmaz. Biden dövründə sinagog edilən basqın haqqında nə düşünürsən? Yeraltı dünən aşkarlanmışdı. O hadisə Epstein fayllarının yayılması ya da Epstein'lə bağlı hansısa bir faktın ortaya çıxması ilə eyni həftəyə təsadüf eləmişdi və onunla bağlı konspirasiya teoriyası var idi ki, bəs bu yenə CIA ilə Mossad arasındakı bir daxili konfliktdir. Mossad Epstein'lə bağlı nəsə sızdırmışdı Amerika elitalarının bir marağında olmayan və həmin həftə New York'da səhv eləmirəmsə hansısa bir sinagoqa basqın olmuşdu və tünel söhbəti ortaya çıxmışdı. Amma sonra bilmədim o söhbət harada qaldı. Məncə ortaya çıxdı ki, bu növ tünellər əslində hansısa bir gizli əməliyyat üçün yox, sadəcə logistik məqsədlərinə açılmış. Yəni ən azından məncə elə deyildi axırda. Azərbaycanla bağlı 4 sənəd var, onlardan məşhur Sokarla bağlı güclü rütbələrə rütbə verilməsi 90-cı illərin sənəddə oldu, keçib baxarız. Sokarı görməmişəm açığı. Mən Azərbaycanla bağlı sənədlərdə əsas bu üçün görmüşəm ki, konqresmenlərin səfəri 2014-cü ildə Epsteinlə məsləhətləşilib. Sultan Əhməd bin Sülayyəm tez-tez Bakıda olduğunu və Azərbaycan elitaları ilə əlaqələrini vurğulayıb. Bir də Epstein 2011-ci ilin avqustunda Azərbaycana biletlərlə maraqlanıb. Məncə bir yerdən sonra çox İsrailin üz döndürəcək. Məncə bu o qədər real deyil, çünki İsrail yalnız hər halda İsrail dövlət deyildi. İsrail həm də kollektiv Qərbin yaxın şərqdə öz maraqlarını qorumaq üçün işlətdiyi bir müttəfiqdir həm də. Yəni o cəhətdən mən inanmıram ki, İsraildən üz döndürə bilərlər. Çünki İsraildən üz döndürülməsi üçün yaxın şərq kollektiv Qərb üçün çox maraqsız bir yerə çevrilməlidir. Onun da yaxın tarixdə ola biləcəyini inanmıram. Ən azından çox böyük iqtisadi maraqlar var burada, yalnız təhlükəsizlik maraqları da yox. Qiyası getir. Noyabrdakı ara seçkilərə təsir necə olacaq səncə? Onsuz da noyabrdakı ara seçkilərə artıq təsir olacaq çox hadisələr baş verib. Xüsusilə bu deportasiya siyasəti ki, Trump'ın bu qədər sərtləşdi və Minnesota şəhərində ICE-in apardığı əməliyyatlar bu qədər səs-küyə səbəb oldu. Onsuz da məncə midterm seçkilərinə artıq respublikaçılar üçün çox mənfi bir trendlə gedilir. Onsuz da səhv eləmirəmsə son bir neçə 10 illikdə Obama dövründən başqa bütün dövrlərdə hakimiyyətdə olan qüvvə midterm seçkilərindən üstünlüyünü itirərək çıxıb. Yəni tam uduzmasa da, çox böyük fərqlə uduzmasa da üstünlüyünü müəyyən səviyyədə itirib. Yəqin ki, Trump üçün də bu fərqli olmayacaq. Xüsusilə bu Minnesota'da ki, deportasiya məsələsi çox qəddar keçdi və ICE-in apardığı əməliyyatlara qarşı çox böyük etirazlar oldu. Rene Good və Alex Pretti küçənin ortasında ICE əməkdaşları tərəfindən az qala edam edildi. Yəni onsuz da populyarlığını getdikcə itirib və midterm seçkilərində də uduzacağı, konqresi itirəcəyi gözlənilir respublikaçıların. Bəlkə tam itirməsə də ən azından indiki üstünlüklərini itirəcəklər. Bu da mütləq ki, təsir edəcək. Təsir eləməsin deyə mən gözləyirəm ki, Trump çox böyük bir addım atacaq. Bu addım da ola bilsin ki, bu gecə, sabah ya da bu həftə ya da hansısa bir gün İranda rejim dəyişikliyinə hədəf qoyulmuş bir hərbi müdaxilə ola bilər. Ya da bəlkə daha limitlər bir müdaxilə ola bilər ki, rejimə öz tələblərini yerdə bilsinlər. Hər şey yaxşıdır. Mən də ümid edirəm. Amma məndə biraz donma var. Yəni məlumatların gəlməsində, şərhlərin zadın gəlməsində gecikmə olur məndə. Bunlar İran ilə müharibə öncəsi daxil tutulan Knyaya intimaq çəkdi orada. İki divin davası ola bilər. Bundan sonra olacaqları izləmək lazımdır düzgün analiz etmək üçün. Razıyam. Hətta bir konspirasiya nəzəriyyəsi də var hazırda ki, Trump İsrailin tələblərinə baxmayaraq İranın hərbi müdaxiləni gecikdirməyə çalışırdı. İranla danışıqlar yolunu seçməyə çalışırdı ki, bəlkə İran onun nüvə silahı və ballistik raketlərlə bağlı tələblərini qəbul eləyər. Və güya, yəni konspirasiya nəzəriyyəsi bundan ibarətdir ki, ən azından Amerikada müəyyən çevrələrdə İsrail bu sənədlərin sızdırılmasında, bu sənədlərin yayılmasında maraqlı olub ki, bir növ Trumpa təzyiqini artırsın və Trump da artıq gündəm onun üstünə bu qədər gəlməyə başlayandan sonra İrana hərbi müdaxilə eləməyə məcbur qalsın. Təbii ki, bunlar hamısı teoriyalardır, bunlar fərziyyələrdir. Nə qədər əsaslıdır, nə qədər əsassızdır, hazırda dəqiq bir şey demək olmuş. Zəhmət olmasa sənə verilən suallar da aydın səsləndirir. Üzrü çayın, yəni ilk ayımdır deyə ola bilsin ki, problemli olsun biraz. Daha diqqətli olmağa çalışdım. Impeachment mövzusunu gündəmə gətirə bilər yenidən. Yayın xeyirli olsun. Təşəkkürlər İsmail. Impeachment mövzusu mən midterm'a qədər ola biləcəyini düşünmürəm. Yəni spesifik hansısa bir nazirlə bağlı, spesifik hansısa bir vəzifəli şəxslə bağlı bəlkə ola bilər, çox inanmasam da, amma Trump'ın özü ilə bağlı birbaşa impeachment'in hansısa palatadan belə keçə biləcəyini inanmıram. Çünki
respublikaçıların açıq üstünlüyü var və ən azından noyabr ayına qədər məncə o mövzuda təhlükə yoxdur Tramp üçün. Onsuz da lazım gəlsə məncə indi o mövzuya keçmək istəyəcəm. İranla bağlı məsələ təzədən canlana bilər, Kuba ilə bağlı məsələ təzədən canlana bilər ki, bu impeachment məsələsi keçməsin, yaxud da bəlkə hətta biraz gözlənilməz olsa da Grenlandiya məsələsi təzədən canlana bilər. Demək, İran mövzusuna keçmək istəyirəm elə buradan, hazır mövzuda onu yaxınlaşıb. Bu Epstein fayllarının yayılmasında, Epstein fayllarının daha çox ortaya çıxmasında dediyim kimi bir fərziyyə də var ki, bu İsrailin İrana qarşı hərbi müdaxilə üçün Trumpa təzyiq vasitəsi ola bilər. Trump administrasiyasına təzyiq vasitəsi ola bilər ki, bunu gündəmə təzədən bu məsələni gətirməklə gündəmi dəyişdirməyə məcbur eləsin Trumpı və Trump üçün də gündəmi dəyişdirmək üçün bu dəqiqə ən yaxşı vasitə. Onsuz da artıq təxminən bir aya yaxındır ki, ABŞ donanması, ABŞ-ın hərbi hava qüvvələri ən yüksək formada İran ətrafına yığılıb və yığılmağa davam edir. Ola bilsin ki, İrana tezliklə müdaxilə olsun. Əgər fake məlumat deyildisə ki, məncə fake məlumat deyildi, etibarlı bir yerdən görmüşdüm. Serbiyanın prezidenti Aleksandr Vučić də bugün deyib ki, yaxın 48 saat içində İrana hərbi müdaxilə ola bilər. Dodam gördüm. İrana hərbi müdaxilə ola bilər. Mən düşünürəm ki, ya ola bilsin həqiqətən bir təzyiq vasitəsi Trumpa qarşı İrana hərbi müdaxilə etmək istəyən, hərbi müdaxilə edilməsini istəyən qruplar bu məlumatları yayıblar ki, Trump üstündə təzyiq yaransın və o gündəmi dəyişdirmək üçün onların istədiyini eləməyə məcbur qalsın. Yaxud da ola bilər ki, bu fayllar onsuz da yayılmalıydı. Çünki Konqresin qəbul etdiyi qanun layihəsi ilə birlikdə Ədliyyə Nazirliyi qarşısında hüquqi öhdəlik yaranmışdı ki, bu fayllar tam şəffaf formada ictimaiyyətə açıqlansın. Ola bilər ki, indi bunların əsas hissəsinin bu 2 milyon 500 minə yaxın 3 milyon 500 minə yaxın faylın yayılmasının bu cür təsadüf eləməsinin səbəbi odur ki, Trump onsuz da İrana hərbi müdaxilə edəcək və İrana hərbi müdaxilə eləməzdən əvvəl bu fayllar yayılıb ki, çox qısa müddət, 24 saat, 48 saat, yaxud hansı bir qısa müddətdə tez danışılsın və İrana olan hərbi müdaxilə ilə birlikdə gündəmdən düşsün. Təbii ki, ola bilər, yəni onsuz da keçən yayda, səhv eləmirəmsə, İranla İsrail arasındakı 12 günlük müharibə və ABŞ-ın son gün İrana havadan hərbi müdaxiləsi, limitli hərbi müdaxiləsi yenə Epstein faylları ilə bağlı bir gündəmə təsadüf eləmişdi və o vaxt da belə bir fərziyyə ortaya atılmışdı ki, məhz Epstein fayllarının gündəmdən düşməsi üçün bu olub. Yəni ola bilsin ki, yenə eyni üsulda istifadə olunacaq. Amma bu haqda bir statusda yazmışdım. Trump təbii ki, İranda hərbi müdaxiləsini belə əsaslandırır ki, yəni ən azından keçən aydan etibarən İranda etirazçılar öldürüldüyü üçün və 28 dekabrda başlayan, xüsusilə 8-9 yanvarda, 8-9-10 yanvarda pikinə çatan və çox zoraki formada bastırılan, çox zoraki formada yatırılan üsyanın yatırılma formasına görə İran rejimi dəyişməlidir ya da İran rejimi ən azından bədəl ödəməlidir, cəza çəkməlidir və ona görə də hərbi müdaxilə edəcək. Təxminən bir aya yaxındır ki, Trump'ın belə bir ritorikası var idi və o vaxt etirazçılara vəd vermişdi ki, siz etirazlara davam edin, kömək gələcək. Amma təbii ki, mən də və məncə yaxın şərqə biraz ciddi yanaşan heç bir insan da düşünmür ki, Trump həqiqətən İranda hansı demokratiyanın qurulması, İranda rejimin bir növ xalqa qarşı törətdiyi cinayətlərə görə cavab verməsi üçün ona hərbi müdaxilə edəcək. Təbii ki, burada məsələ ondan ibarətdir ki, necə ki Venezuelada əslində məsələ Maduro'nun diktator olması, Maduro'nun seçkini saxtalaşdırması və Trump'ın hansısa demokratik ixracı deyildi və əsas məsələ orada Latin Amerikasında Amerikanın öz arxa bağçası saydığı qərb yarımkürəsində Çinin, Rusiyanın, İranın bir müttəfiqi olan Venezuela'ya qarşı hərbi müdaxilə məqsədi idi. Həm də Venezuela'nın nefti ki, sanksiya altında olduğu üçün, embargo altında olduğu üçün artıq illərdir qlobal bazara çox limitli formada çıxarıla bilirdi. Yalnız bəzi ölkələrə və hətta bəzən illegal yollarla çıxarıla bilirdi. Eyni ilə İranda və Rusiyada olduğu kimi. Bəlkə də onu bazara çıxartmaq və həmişə özünün prioriteti elan etdiyi qlobal neft qiymətini aşağı salmaq üçün Venezuela'ya hərbi müdaxilə edir ki, həm qərb yarımkürəsini bir növ özünə düşmən olan bir qüvvədən təmizləmiş olsun, həm də Venezuela'nın neftini dünya bazarına çıxarmaqla hədəf qoyduğu neftin qiymətini aşağı salma siyasətini reallaşdırsın. Eyni ilə İranda da məqsədin mən demokratik bir insan olduğunu düşünmürəm. İran hazırki yaxın şərq siyasi səhnəsində İsrailə qarşı ən böyük təhdiddir.
İsrailə qarşı hər hansı bir siyasi niyyəti, hər hansı bir siyasi məqsədi olan yeganə rejimdir və xüsusilə onun nüvə proqramı, yəni təbii ki, nüvə silahı proqramı olduğunu elan etmirlər və deyirlər ki, bu tamamilə mülki, məqsədli nüvə enerjisi məqsədli nüvə proqramıdır, amma əksər qərb dövlətləri və məncə qlobal ictimaiyyət əksəriyyətlə buna inanmır və düşünür ki, İranın günün sonunda məqsədi necə ki, İsrail 20-ci əsrdə nüvə silahı əldə etmişdi. Nüvə silahı əldə etməkdir ki, güc balansı yaransın və özünü gələcək təhdidlərdən qoruya bilsin. Və eyni formada keçən yaydakı 12 günlük müharibədə işlədilmiş ballistik raketlər proqramının dayandırılması və həmin ballistik raketlərin məhv edilməsi. Yəni ABŞ-ın hazırda İrana qarşı qoyduğu əsas tələblər bundan ibarətdir. Nüvə proqramından imtina edilməsi və ballistik raketlərin həm istehsalının dayanması, həm də hazırda olan ballistik raketlərin məhv edilməsi, hansı ki, onlar İsrailə qarşı işlədilə bilirlər. Keçən yayda İsrailə müəyyən səviyyədə ziyan vurmuşdular. İsrailin hava müdafiə sistemini aşa bilmişdilər. Yəni yəqin ki, əsas məqsədlər bundan ibarət olacaq. Ehtimal var ki, İranın ətrafında hazırda yığılan hərbi donanma, hərbi hava qüvvələri ki var, bunlar İrandakı rejimi hansısa bir şərtlərə razılaşmağa sövq eləsinlər. Amma mən düşünmürəm ki, mən ehtimal vermirəm ki, məhz bu iki tələbi İranın qəbul etməsi mümkündür. Çünki hətta bu iki tələb qəbul olunsa belə, birinci məsələ bundan ibarət ki, İrandakı hazırki rejim artıq uzun illərdir, uzun müddətdir ki, öz siyasətini tamamilə İsraildən və Amerikadan gələcək təhdidlərə qarşı müdafiə üstündə qurub və sanksiyaların yaratdığı iqtisadi çətinlikləri də xalqa belə əsaslandırıb, bütün hərbi proqramını, bütün nüvə proqramını da belə əsaslandırıb və artıq bütün ideoloji mərkəzi İrandakı rejimin bu müdafiə sənayesidir. Həm nüvə sənayesidir, həm də müdafiə sənayesidir. Bundan imtina olunması İrandakı rejimin əsas ideoloji mərkəzini, əsas ideoloji dayağını məhv edə bilər. O cəhətdən inanmıram ki, buna getsinlər. Həm də düşünürəm ki, 2015-ci ildə səhv etmirəmsə, Obama administrasiyası ilə İrandakı hökumət arasında, Həsən Ruhani idi səhv etmirəmsə onda prezident, anlaşma olmuşdu. İngiliscə JCPOA deyilən, hansı ki, İran anlaşmaya görə öz nüvə proqramını çox kisildəcəkdir, nüvə silahı yarada bilməyəcək səviyyədə azaldacaqdı uranyum zənginləşdirilməsini. Qarşılığında da ABŞ sanksiyaları tədricən aradan qaldıracaqdır və İran iqtisadiyyatının yenidən özünə gəlməsi üçün kömək eləyəcəkdir. Amma Trump 2016-cı ildə hakimiyyətə gəldi və çox qısa müddətdə müəyyən səviyyədə İsrailin təzyiqi ilə Trump həmin anlaşmadan çəkildi və İrana təzədən çox böyük sanksiyalar qoyuldu və İranla Qərb arasındakı bu çox qısa müddətli yaxınlaşma da yoxa çıxdı. Yəni mən düşünmürəm ki, sabah İran rejimi razılaşsa ki, yaxşı mən ballistik raket proqramından imtina edirəm, yaxşı mən uranyumun zənginləşdirilməsi və nüvə proqramından ya imtina edirəm ya da onları azaltmağı öz öhdəliyimə götürürəm, zərərsizləşdirməyi öz öhdəliyimə götürürəm. Yəni yenə İsraildəki hökumət məncə buna inanmayacaq. Yenə İsrail dövləti deyəcək ki, İran bizi aldadır və İran əslində hansısa yeraltı mərkəzlərdə, hansısa gizli bazalarda yenə də ballistik raketlər istehsal edir, yenə də nüvə silahı əldə etməyə çalışır. Yəni necə ki 2015-ci ildəki anlaşmada İsrail buna inanmamışdı, Amerikadakı bəzi çevrələr buna inanmamışdı və günün sonunda Trump həmin anlaşmadan çəkilmişdi və yenə İrana qarşı sanksiyalar qoyulmuşdu. Mən düşünmürəm ki, indi həmin hadisələrdən 10 il sonra yenə İran Qərblə hansı anlaşmaya getsə və müəyyən geri addımlar atsa bu məsələdə, bu dəfə Qərb və İsrail razı olacaq ki, yaxşı, bu dəfə inanırıq. Yəni mən düşünmürəm ki, bu ehtimaldır. Mənə gəlir ki, İran ona görə də hazırda bu anlaşma söhbətində sadəcə ona görə çəkilir ki, bir növ desinlər ki, biz anlaşma təklif elədik, amma İran razılaşmadı. Yəni qəbul eləyə bilməyəcəyi şərtlər qoyurlar. Hansı ki, qəbul eləsə belə onsuz da onlar İranın həqiqətən bunları səmimi şəkildə qəbul etdiyinə inanmayacaqlar. Yəni günün sonunda mən elə gəlir ki, Yaxın Şərqdə İsrailin təhlükəsizliyini təmin etmək üçün Amerika və İsrailin İran rejiminə qarşı dağıdıcı həmləsi qaçılmazdır. Axır əvvəl onu məhv etməyə, dağıtmağa həmlə eləyəcəklər. O və ya bu səviyyədə. Ola bilsin ki, bu həftə olacaq və mən düşünürəm ki, onsuz da bu həftə olacaq. Hazırda bütün proseslər ona oxşuyur və hazırda Amerikanın İran ətrafına yığdığı hərbi qüvvələr Venezuela ətrafına keçən aylarda yığdığı hərbi qüvvələrdən çox daha böyükdür və ən önəmli vasitələrini, ən önəmli hərbi arsenalını İranın ətrafında hazırda cəmləşdirib və düşünmürəm ki, bunlar sadəcə
təhdid məqsədlidir ya da anlaşmaya çəkmək məqsədidir. Çünki onsuz da inanmıram ki, Qərbin və İsrailin İranla anlaşmaya getmək məqsədi var. Yəni ola bilsin ki, bütün bu Epstein sənədlərinin yayılması da ya Amerikanı İrana qarşı hərbi müdaxiləyə məcbur etmək üçün hansısa həmlədir İrana qarşı hərbi müdaxilə istəyən qüvvələr tərəfindən, yaxud da ola bilsin ki, onsuz da İrana hərbi müdaxilə olacağı üçün Trump indi bunların yayılmasına razılıq verib ki, onsuz da gündəm yaxın 24 saatda 48 saat dəyişəcək və tamam başqa məsələlər dünya gündəmini işğal eləyəcək. Bu iki variantdan biri məncə çox yüksək ehtimaldır ki, real olsun. Noyabr seçkilərindən sonra düşünülən impeachment testində yenə də gözləmək lazımdır. Ola bilər təbii ki, məncə də ciddi ehtimaldır. Onsuz da Trump da demişdi ki, əgər midterm seçkilərində, noyabrdakı konqres seçkilərində biz udursaq və konqresdəki üstünlüyü demokratlara keçsə, bundan sonra mən həmişə bir növ impeachment riski ilə yaşayacağam. İranla müharibə quru yolu ilə yox, böyük ehtimalla aviazərbələr olacaq, Xamneyini hədəf almaq istəyirlər. Xamneyini sui-qəsd İranı ayarçısı ətrafında daha sıx birləşdirəcək və İran jingoist diktatör olacaq, İslam teokratiyası bitəcək. Konuşduğumuz nüvə bombasından Şimali Koreya peyda olacaq. Mən açığı çox şübhə ilə yanaşıram ki, İranın ümumiyyətlə nüvə bombasını əldə etməsi həqiqətən ehtimaldır. Məncə o və ya bir formada buna həmişə mane olacaqlar. Hava yolu ilə Xameneyinin öldürülməsi, ona qarşı sui-qəsd ehtimalı məncə ciddi ehtimaldır. Onsuz da keçən yay da bunu bir növ vurğulamışdılar ki, biz istəsək onu da öldürə bilərdik, amma öldürmədik. Səhv etmirəmsə Trump təxminən belə bir açıqlama vermişdi. Ola bilsin ki, bu dəfə elə bir şey eləsinlər və bir növ həm rejimi cəzalandırdıqlarını elan etsinlər, həm də onun əsas mərkəzini dağıtmağı hədəfləsinlər. Necə ki, 2024-də səhv etmirəmsə Hizbullah qarşı eynisini etdilər Həsən Nəsrallahı öldürməklə. Amma həqiqətən aviazərbələrlə İrandakı indiki rejimi tamamilə dağıtmaq mümkündürmü? Yaxud da onu İsrailə təhdid yarada bilməyəcək şəkildə zəiflətmək mümkündürmü? Bu mövzuda biraz şübhəliyəm və davamı necə olar, ola bilmirəm. Yəni Xamneyi ya qarşı sui-qəsd uğurlu olsa və həqiqətən öldürülsə, davamı nə ola bilmirəm. Pink TV kanalı müsahibəsi zamanı deyib Suriya prezidenti rəsmi açıqlaması ki, hə, mən də elə görmüşdüm. Mən də onsuz da etibarlı bir mənbədə görmüşdüm. İndi dəqiq yadıma deyil, amma inanmıram ki, fake-dir. Demişdi ki, İrana qarşı hərbi müdaxilə qaçılmazdır və yaxın 48 saat ərzində geri çəkiləcək demişdi. ABŞ və İsrail hərbi rəhbərliyi dekapitasiya üsulu proqramlarına qarşı, amma bu üsul öz əksini təskin göstərir. Hizbullah liderlərinə hədəf aldıqca demərkəzləşdirilmiş struktura keçirlər, artıq kiçik dəstələrin qərar fundamental olur. İran rəhbərliyinin hədəf alınması İranın daha radikal və militarist lideri baş etdirəcək məqsədlərin nail olmayacaq. Eynisi əslində Həmasa qarşı oldu. Həmasın ki, həm Tehranda siyasi liderliyini, həm də Yəhya Sinvarı Qəzzadakı hərbi liderini öldürdülər. Ondan sonra Həmas daha mərkəzdən kənar və kiçik qruplar halında öz-özünü idarə edən hücrələrə çevrildi. Və onda əslində İsrailin bir növ həm məlumat alma qabiliyyəti, həm də dialoq aparma qabiliyyəti zəiflədi. Məsələn, indi də bu sonuncu atəşkəsdən sonra Həmasın içindəki bəzi qruplar atəşkəsi qəbul etmirlər və buna görə də əslində İsrail üçün Həmasla danışıq aparmaq, İsrail üçün Həmasla döyüşmək daha çətinləşir. Amma əslində Hizbullahın zəifləmədiyi mövzusunda şübhəliyəm, çünki yalnız əslində Həsən Nəsrallahın öldürülməsi deyil, Suriyadakı inqilabdan sonra da Tehran-Beyrut yolunun kəsilməsi Hizbullahı xeyli zəiflətdi. Cənubi Livanın müəyyən səviyyədə işğalı, Həsən Nəsrallahın öldürülməsi, Pager əməliyyatı, Tehran-Beyrut yolunun kəsilməsi Suriyadan. Yəni, çox faktorlar oldu ki, Hizbullah zəiflədi və əslində Suriyadakı inqilabla Hizbullahın zəifləməsi bir-birinin səbəb-nəticə əlaqəsi oldu. Yəni, biraz toyuq yumurta söhbətinə oxşadı ki, Hizbullah zəiflədi deyə Suriyadakı rejim də zəiflədi, Suriyadakı rejim devrildi deyə sonradan Hizbullahın təzədən güclənmə imkanları da xeyli zəiflədi. 40 kiloqram zənginləşdirilmiş uran da az miqdar deyil. Təbii onsuz da, yəni mən düşünmürəm ki, İran nə vaxtsa deyəndə ki, ən azından yaxın müddətdir. Daha az orta və uzun müddətdə mən inanmıram ki, İran öz nüvə silahı əldə etmək, yəni ən azından indiki rejim, öz nüvə silahı əldə etmə hədəfindən uzaqlaşsın. Bəlkə qısa müddətli hansısa dövrü əhatə edən, məsələn, Trump administrasiyasının dövrünü əhatə edən və hazırki maksimum təzyiq və İsrailin ən güclü belə əlinin qolunun hər yerə çatdığı ən ekspansionist siyasət etdiyi dövrdə bəlkə qısa müddətli bu proqramı dayandırarlar, hansısa səviyyədə azaldarlar, amma İrandakı rejimin eksistensial məsələsidir ki, günün sonunda nə vaxtsa İsrailin sahib olduğu kimi nüvə silahına sahib olsun, yoxsa qaçılmazdır ki, yəqin ki, axır əvvəl devriləcək. Necə ki, Şimali Koreyadakı rejim öz varlığını nüvə silahının sayəsində təmin edir əslində bəlkə də.
eyni formada İrandakı rejim də istəyir ki, eyni formada təmin edə bilsin. Amma əslində bu iki uclu bir dilemmadır. İrandakı rejim nüvə silahı əldə etməyə çalışdıqca ona qarşı hərbi müdaxilə imkanı yüksəlir. Amma nüvə silahına heç vaxt sahib olmasa, yenə devrilmə imkanı, kənar müdaxilə ilə devrilmə imkanı ehtimalı yüksək qalacaq. Yəni nüvə proqramından tamamilə imtina eləmək İrandakı rejimin təhlükəsizliyini təmin eləməyəcək. Amma nüvə proqramını davam etdirmək, nüvə silahını əldə edəcəyi günə qədər ən azından, indi bilmirik nə vaxt əldə edə bilər ya da əldə edə bilərmi ümumiyyətlə texniki cəhətdən, müdaxilə imkanını artıracaq. Yəni bir gün nüvə silahına sahib olmaq İrandakı rejimi təhlükəsizlik halı gətirə bilər ən azından xarici müdaxilələr mövzusunda. Amma nüvə silahına sahib olduğu yolda hər gün təhlükəni özünə qarşı artıracaq. Bu sənədlərin ortaya çıxarmasına qədər güvənlidir. O qədər fake xəbərlər, ifşalar oldu ki, artıq qorxuram dəqiq olan şeylərə inanmağa. Elə bilirəm, bu da böyük başqa şey gizlətmək üçün ortaya atılmış bir yemdir. Mən düşünmürəm belə, çünki artıq illərdir bu mövzu təzyiq var idi ki, sənədlər ortaya çıxsın. Sonda da Konqres axırda öz qanun layihəsini qəbul edərək Ədliyyə Nazirliyi qarşısında hüquq öhdəliyi yaratdı. Onsuz da xeyli senzurlanıb, sənədlərin təxminən 50% açıqlanmayıb. Yəni, bizə göstərilən hissə böyük ehtimal ən təhlükəsiz hissədir. O da çox güclü senzuralarla göstərilir. Yəni düşünmürəm ki, bunlar fake-dir ya da ortaya atılmış yem ola bilər təbii ki. Hansısa başqa bir məqsəd üçün hazırda gündəmi bununla işğal edə bilərlər, amma fake olduğunu düşünmürəm. Başqa sual yoxdur gördüyün qədərlə. Mən də əslində həm İran mövzusunda, həm də Epstein mövzusunda danışmaq istədiklərimi təxminən danışdım. Başqa bir sual yoxdursa əslində hələ ki yavaş-yavaş bugünlüyü yekunlaşdırmaq olar. Bir saatı keçdi artıq. Hazırda da 17 nəfər var yayımda. Onsuz da video qalacaq və bəlkə hətta YouTube'a da yüklədim fayl, lent video formasında. Onu da yavaş-yavaş yekunlaşdıra bilərik. İndi ilk yayım idi, ilk yayım cəddi idi və ümumiyyətlə ilk dəfədir ki mən hansısa bir başqa insan olmadan yayımda ya qonaq qismində ya da spiker qismində canlı yayım edirəm. O cəhətdən həm nitqdə qüsurlar olmuş ola bilər, həm də bütün gecə yatmamışam. Bu Epstein məsələsi ilə bağlı bütün gecə oturub səhərəcən oxumuşam, izləmişəm prosesi. Yalnız gün oturub vəziyyətə bildim. Ona görə həm nitqimdə problem olmuş ola bilər, həm texniki bəzi problemlər olmuş ola bilər. Gələn dəfə yenə yayım eləyəcək olsam ki, bəlkə yəqin ki eləyərəm, daha tez saatlı da eləyə bilərəm. Görək necə olacaq. Təbii ki, bu yayımdan müəyyən qədər dəstək almağa çalışacağam. Sual var. Bu hakimiyyətin böyük zərbənin müsavat müdaxilə görməsi mehmançanı bu böyük partiyası yarandıqlar gündə sənin birlikdə olub, minnətlərim öz müayələrinin xalqın iqtisadiyyətinin müayələrinin üstünü tutmalı, xalqı parçalayıblar, dolayı yolla mövcud hakimiyyətindən ümid uzadıblar, nəticələr əkamına həbs edilib, xalqın iqtisadiyyətinin vecinə deyil, isə qəmbət həbs edillər, yəqin ki, narahat olanlardan çox sevilənlər olacaq, əsas səbəbi artıq xalqın iqtisadiyyəti başa düşməyə başlayıblar, xalqımıza bütün bədbəxtlikləri axıcı gətirib, necə axıcı etiraz əksəriyyət təşkil etməklə 20 yanvar faciəsinin baş verməsinə şərait yaratdı, Rusiyanın adamın vəziri və Əzim Təlibov devrib, əvəzinə Rusiyanın Dətqəliyyənin hakimiyyət getiriblər. Axıcı Rusiya ordusunu Azərbaycandan çıxartmaqla əlavə 6 milyonda işğalına imkan yaratdı. Təsəvvürün Azərbaycan Ermənistan arasında üçün qədim torpaqlarını azad etmək istərsə nə baş verə bilər Rusiya qarşılama. Çünki o da hələ də Rusiyanın ordusunu azad. Mən inanmıram ki, ən azından bu trip layihəsi ki var, Trump'ın vasitəçiliyi ilə əldə olunmuş bu Naxçıvanla Qarabağ arasındakı yol məsələsi, Azərbaycanın əsas torpaqları ilə Naxçıvan Muxtar Respublikası arasında əldə olunmuş yol məsələsi. Yəni o mövzu gündəmdə olduqca və o mövzu Trump'ın hakimiyyətə qaldığı müddətcə dəyişə biləcəyini inanmıram və düşünmürəm ki, Azərbaycan nə vaxtsa Ermənistanın özünə birbaşa hücum eləyəcək, ən azından yaxın müddətdə. Azərbaycan bugünkü vəziyyətdən baxma AXC-nin yaranmasının Müsavat Partiyasının bərpasının AXC-dən təsir olmasının xalqımızın açıq yerləri və ziyanları olub. Yəni, tamam başqa mövzu, yəni çox uzun danışılması mövzularından, çox uzun müzakirə olunması mövzudur. Yəni, AXC-nin yaranması, ən az Azərbaycan Xalq Hərəkatının 1988-ci ildə yaranması Azərbaycanın öz fəaliyyətindən çox ümumi postsovet regionundakı, o dövrdə Sovet regionundakı ümumi trend idi. Yəni, bütün Baltik ölkələrində də, Mərkəzi Asiyada da və digər Sovet ölkələrində də xalq hərəkatları var idi. Onların ən müxtəlif formaları təşkilatlanırdılar. Və Azərbaycanda Azərbaycan Xalq Hərəkatı oldu. Ondan sonra partiyalaşma başladı. Partiyalaşanda təbii ki, hərəkat bölündü, AXC yarandı, Müsavat yarandı.
fərqli partiyalar yaranmışdı. Sosial demokratlar da özlərinə partiya yaratmışlar. Yəni məncə bunlar o dövrün təbii prosesi idi. Bütün Sovet regionunda, Qazaxıstanda, Litvada, Latviyada, Estoniyada, Gürcüstanda olduğu kimi Azərbaycanda da bir hərəkat və hərəkatın partiyalaşması qaçılmaz idi. Belə oldu. Daha başqa cür ola bilərdimi? Daha yaxşı ola bilərdimi? Təbii ki, ola bilərdi. Hər halda indi 91-94-cü il, 88-94-cü il arasındakı proseslərin Azərbaycan xalqı üçün yaxşı bitdiyini bilmərik. Hətta pis bitdiyini deyə bilərik. Amma indi çox geniş mövzu lazımdır bu üçün. Hazır bu mövzuya çox girməyim. Səhv eləmirəmsə oxumadığım, şərh cavab vermədiyim sual qalmadı. Səncə niyə Kərimin həbsləmək üçün 50 nəfər söhbətinə ortaya atılır? Yalnız Kərimin həbs edildiyindən sonra proses dayandı, qalan 49 nəfər axtarılmır. İqbal, Fazil, Natiq, İlqar, Pənah falan hamısı bir dəfəyə dayandı. Yəni, mən açığı Ramiz Mehdiyevin söhbəti ortaya atılmazdan əvvəl yeni müsavatda bir məqalə getmişdi. O da Əli Kərimlini Rusiya yox, Fransa kəşfiyyatı ilə əlaqədə ittiham edirdilər. Deyirdilər ki, güya Əli Kərimlinin Avropada ən müxtəlif tədbirlərə dəvət almağa başlaması, Ukrayna mətbuatında və digər Avropa mətbuatında məqalələrinin çıxmağa başlaması və onlara müsahidə verməyə başlaması Fransa kəşfiyyatının göyə fəaliyyəti imiş və onunla qurduğu əlaqələrin nəticəsi imiş. Sonra birdən bütün əslində o dövrdə Fransa ilə Azərbaycan arasında təzədən biraz yaxınlaşma oldu və soyuq əlaqələr biraz isindi. Ondan sonra birdən çevirdilər söhbəti təzədən Rusiyaya ki, bəs Əli Kərim əslində Fransanın yox, Rusiyanın adamıymış. Oradan vurdular. Amma Ramiz Mehdiyev söhbəti və Dövlət Şurası 50 nəfər zad söhbəti ortaya çıxanda mən səhv eləmirəmsə bunu yazmışdım. Mən təxminən əmin idim ki, axır əvvəl bunu Azərbaycan müxalifətini vurmaq üçün istifadə edəcəklər və həm də qəribə bir növ göstərəcəklər ki, Azərbaycan müxalifəti Rusiya yönümlüdür, Rusiyadan tapşırıq alır. Qərib də bunun nə qədər inanır, nə qədər inanmır, əmin deyiləm. Ya da ümumiyyətlə Qərbin belə şeylərə inanmağa ehtiyacı varmı? Yəni Qərb həqiqətən belə şeylərə inanmasa, düşünsək ki, Azərbaycan müxalifəti Rusiya ilə, İranla əlaqəli deyil, yəni hökumətin iddia etdiyi kimi, güya Azərbaycanda hökumətlə hansı əlaqələrini təsir edəcəkmi bu inanmağı faktı, inanmamağı faktı, onu da bilmirəm, yəni əmin deyiləm. Çünki gördüyümüz qədərilə Azərbaycandakı siyasi elitanın Qərbdəki siyasi elita ilə çox başqa maraqları var, çox başqa əlaqələri, şəbəkələri var. Həm bu sənədlərdə indi müəyyən qədər görə bilirik, həm də onsuz da neft-qaz müqavilələri, Rusiyaya alternativ kimi bir növ enerji mənbəyi kimi istifadə olunması, Kaja Kallasın, von der Leyen'in Avropa İttifaqının və Avropa Şurasının Avropa İttifaqının və Avropa dövlətlərinin Əliyevlə yaxınlaşmaları və son vaxtlarda imzalanmış əlavə müqavilələr, əlavə görüşlər. Yəni bütün bunlardan gördüyümüz budur ki, Qərb dövlətləri onsuz da bu hekayəyə inansa da, inanmasa da Azərbaycan hökuməti ilə yaxın olmağa davam edəcəkdir. Sadəcə Azərbaycan hökumətinin daxili auditoriyana bəlkə inandırmaq üçün və bu növ həbslərə əsas yaratmaq üçün bir bəhanə lazım idi. Necə ki, məsələn, Afəddin Məmnunov həbs edildilər ki, güya kimsə bıçaqlayıb, Bəhruzə həbs edildilər ki, güya vətənə xəyanət edib. Nə bilim, hər cür 350-yə yaxın siyasi məhbus var və hərəyə bir səbəb qoşulub. Əli Kərimliyə səbəb qoşdular ki, güya Ramiz Mehdiyevin dəstəsinin üzvüymüş. Təbii ki, mən inanmıram ki, əksəriyyət onsuz da buna inanıb, inandırıcı bir şey yoxdur. Niyə qalan 49 nəfər axtarmırlar, bilmirəm valla. Bəlkə axtaracaqlar. Yəni indi deyim ki, axtarmırlar şeydir, deməli bütün hekayə yalan imiş. Onsuz da hekayə yalandır, amma hekayə ona görə yalan deyil ki, bunu axtarmırlar. Onsuz da yalandır. Yəni sabah axtarda bilərlər. Sabah bir gördüm, başqalarının həbs etməyə başladılar. Xəbərəm Azərbaycan çoxunluğu Fransız olması, hazırda müstəqil dövlət hesab edirsinizmi? Bu sualı da soruşmuşdunuz, ona cavab vermişdim. Dünyada ümumiyyətlə müstəqil dövlət nədir? Məsələn, yəni yayılan sənədlərdən görürük ki, Amerika dövləti belə siyasi elitası, iqtisadi elitası çox müstəqil deyilmiş. Yəni onların da ən qəribə asılılıqları, ən qəribə bağlı olduqları şəbəkələr var imiş. O cəhətdən Azərbaycan dövlətinin də müstəqil olması ən azından nəzəri olaraq fərziyyə baxımından mümkün deyil, tam müstəqil olması. Amma regiondakı digər dövlətlərlə müqayisə edəndə, yəni öz ölçüsündəki digər dövlətlərlə müqayisə edəndə, Ermənistanla, Gürcüstanla müqayisə edəndə enerji resurslarının öz əlində olması baxımından
daha müstəqildir. Daha müstəqil deyəndə, yəni manevr imkanları, qlobal siyasətdə, xarici siyasətdə manevr imkanları daha çoxdur. İstəyəndə Rusiya ilə bəzən yaxınlaşa bilir, istəyəndə Qərblə daha çox yaxınlaşa bilir, bəzən İranla daha böyük konflikt yaşayır, bəzən İranla müəyyən səviyyədə yaxınlaşır. Çünki e, həm Azərbaycan hökumətinin bu növ bəxti bərabər gətirib ki, Azərbaycan xalqı ondan çox böyük şeylər tələb eləmir. Yəni Azərbaycanda iqtisadiyyat biraz zəifləyəndə, inflyasiya biraz artanda xalq üsyan eləmir, yaxud da bu narazılıq artsa belə hansısa ciddi siyasi nəticələr gətirib çıxartmır. Həm də enerji resursları öz əlindədir və digər dövlətlərə qarşı istifadə edə biləcəyi bir vasitəsi var. O da enerji resurslarıdır və həm də Qərbin İrana qarşı bu ittifaqının bir parçası olması faktı ki var. O Qərb qarşısında Azərbaycan dövlətinin və onu idarə edənlərin əlini gücləndirir. Bu cəhətdən onun manevr imkanlarını artırır. Yəni deyə bilərik ki, Azərbaycan öz ölçüsündəki digər, ən azından bu regiondakı dövlətlərə nisbətdə daha çox manevr imkanına sahibdir. Bu təbii ki, xarici siyasətdə müəyyən qədər müstəqilliyi də təmin edir. Amma bu o deməkdir ki, Azərbaycan dövləti tamamilə müstəqildir və Azərbaycan dövləti heç bir dövlətlə, heç bir maraq qrupları ilə hesablaşmalı deyil, heç bir formada heç kimi vecin almalı deyil. Təbii ki, bu mümkün deyil. İstənilən dövlət istənilən ətrafında baş verənləri, qlobal baş verənləri izləyir və onlarla hesablaşmalıdır. Amma yəni deyə bilərik ki, Azərbaycan dövləti, Azərbaycan xalqının yaşadığı problemlər, bizim yaşadığımız problemlər, bizim cəmiyyətin yaşadığı problemlər Azərbaycan dövlətinin müstəqil olmaması ilə bağlı deyil. Yəni o deyil ki, Azərbaycan əgər müstəqil dövlət olsaydı, Azərbaycan əgər tamamilə öz başına olsaydı, biz çox daha yaxşı bir siyasi sistem qura biləcəkdik. Yəni, günah ancaq şeydə deyil, bizim asılılıqlarımızda deyil. Daha asılı halda olub, daha normal cəmiyyətlər qura bilmiş dövlətlər də var, daha müstəqil olub, daha pis cəmiyyətlər qurmuş dövlətlər də var. Yəni, o cəhətdən məncə əsas problem bunda deyil, əsas problem biraz daha başqadır. Xalqımıza da çox pisliklər kimi edir. Ermənilər, ruslar, farslar, saxtı, totlar, saxtı, müxalifətçilər. Yəni mən inanmıram ki, Azərbaycan xalqına ən azından hazırda Azərbaycan Respublikasının sərhədlərində yaşayan və onun vətəndaşı olan 10 milyon insana ermənilər, ruslar, farslar çox böyük pislik edirlər. Təbii ki, Azərbaycan xalqının ən böyük pisliyi yalnız Azərbaycanı idarə edənlər edir. Əslində müxalifətin həbsi kooptasiya prosesidir. Bir müxalifətin üzvünün həbsi digərdən azadlıq alması və sair prosesli mərhələdə hətta bunun nəzərəsi mövcuddur, xeyli baş verir. Ümumiyyətlə mən düşünürəm ki, 2023-cü ilin noyabrındakı bu proses başladı. Ablas Medianın cinayət işindən sonra Tofiq Yakublu'nun həbsi, ondan əvvəl də təbii ki, işçi masasına qarşı həbslər olmuşdu, Bəxtiyar Hacıyev həbs olunmuşdu, Quba Dibadoğlu həbs olunmuşdu. Yəni bu proses ki başladı, ondan sonra azadlıqda qalanlar sadəcə bunu vaxt məsələsinə görə azadlıqda qalıblar və sadəcə zaman məsələsidir ki, Azərbaycan dövlətini idarə edənlərin əlinin çatdığı, texniki cəhətdən həbs edə bildiyi bütün müxaliflərini azad formada fikir bildirən bütün insanları günün sonunda həbs eləməyə çalışacaqlar. Sadəcə vaxt məsələsidir. Bir cinayətçi yaranır, yaxud da gözləyirlər ki, hansısa prosesin sonunda ya da başında kimləri həbs eləsinlər. Yəni düşünmürəm ki, hazırda həbs olunmamış, Azərbaycanda olan və hazırda həbs olunmamış müstəqil jurnalistlər, əgər varsa, qalıbsa, ya da siyasətçilər, müxalifətçilər həmişə də azadlıqda qalmağa bir haqq qazanıb Azərbaycan dövləti tərəfindən. Sadəcə bunlar vaxt məsələsidir. Maraqları var, amma niyə xor hökmranını danışdıq, eyni vaxtda susturdular? Yəni, sabah lazım olanda yenə danışdıracaqlar, yenə susturacaqlar. Yəni, düşünmürəm ki, Ramiz Mehdiyevin bu 50 nəfərli siyasi çox kritik məsələdir. Onsuz da həbs eləmək istəyəndə bir bəhanə tapacaqlar. Yəni, lazım olsa yenə işlədəcəklər. Hazırda Azərbaycanın gerçək müxalifət partiyalarının fəaliyyətini mümkün hesab edirsiniz. Açığı mən daha əvvəl bu haqda da demişəm, Azərbaycanın hazırki siyasi ictimai vəziyyətində nəinki hansısa partiyanın, hansısa siyasi təşkilatın da düzgün, müstəqil və faydalı fəaliyyətinin mümkün olduğunu düşünmürəm. Təbii ki, icmalaşma önəmlidir. Azərbaycanın indiki repressiya mühitində insanların bir-birini itirməməsi, hələ də bəzi insanların hardasa danışması, hardasa yazması və icma halında qala bilməsi çox önəmlidir. Amma struktural bir təşkilatın, struktural bir partiyanın düzgün və faydalı siyasi ictimai fəaliyyət apara biləcəyini düşünmürəm. Çünki əgər belə bir imkan yaranarsa, həmin dəqiqə məhv edilə bilər və hər təşkilatın, hər partiyanın məhv olunması, hər dəfə hansısa bir zərbə alması Azərbaycan müstəqil müxalifətinin, vətəndaş cəmiyyətinin daha da prosesi gərək aparır. O cəhətdən məncə biraz daha təşkilatlı struktur, təşkilatlı bir partiya, təşkilat formasında qalmaq əvəzinə
icma halında qalmaq, bir növ müstəqil cəmiyyət formasında qalmaq, ayrı bir cəmiyyət formasında qalmaq daha faydalı və daha önəmlidir. Başqa sual varmı? Başqa mövzulara növbəti yayımlara sıxılar. Hər yayımda mövzu ətrafında razıyam. Mən də əslində bunu edirəm. Ona görə suallara əslində qırıq cavablar verirəm bu Azərbaycan daxili məsələsi ilə bağlı suallara. Amma yəni şey deyil də, Azərbaycan daxili məsələlərə girməyəcəm deyə bir şey yoxdur. Sadəcə bu yayımın mövzusu əsas Epstein və İran ətrafında olan proseslərdir deyə çalışıram ki, detallı formada belə indi Azərbaycan müxalifətini şey eləməyik. Salam Bey, Amerikanın bu qədər şaşırtıcı olduğu noktadan kanalizasiya borusunda bu qədər patlamışkən konuşmamız İranın Amerikaya qarşı müqavimətini dayandırmamasını dünyanın ümidi üçün son vasitə sayırsınızmı? İranın problemli bir rejim olduğundan müstəqil olaraq İranın müqavimət davam etdirməsi dünya üçün daha yaxşı nəsə vəd etmiyorum belə də. Təşəkkürlər əvvəlcədən. Yəni mən istənilən formada İrana qarşı hərbi müdaxiləyə qarşıyam. Yəni bunu onsuz da deyirəm. Mən düşünmürəm ki, İrandakı indiki rejim sabah hərbi müdaxiləyə qarşı nəsə eləmək, yəni həyatda qalmaq iqtidarındadır. Əgər hərbi müdaxilə olsa, məncə İrandakı rejim bəlkə daha çox müqavimət göstərməklə, bəlkə tez təslim olmamaqla da olsa, günün sonunda udacaq. Yəni Əsəd daxili çaxnaşmaya 13 il dözdü. İran məncə daxili çaxnaşmadan çox birbaşa xarici müdaxilə ilə devrilməyə çalışacaq. Bəlkə də daha qısa müddət dözəcək. Çünki keçən yer gördük ki, hava müdafiə sistemi tamamilə qeyri-funksionaldır İranda və xüsusi F-35-lər məsələyə girəndə, yəni işin içinə girəndə, onsuz da hava müdafiə sistemləri xüsusilə NATO üzvü olmayan dövlətlərdə çox faydasız olurlar. Müqavimət göstərə biləcəklərinə inanmıram nəzər olaraq, amma təbii ki, istəyirəm ki, Amerika və İsrail İranda istədiyi hədəflərə çata bilməsin. Məsələn, indiki rejimi devirib nə yaratmaq istəyirlər, sonra da bölmək istəyirlər, yəni şahlığı qurmaq istəyirlər, ya bəlkə tamam başqa bir şey xəyal edirlər. Təbii ki, istəyirəm ki, öz hədəflərini çata bilməsinlər, çünki orada bir yaxın şərqdə və dünyada qurulmağa çalışılan bir hegemoniya var və yaxın şərqdə Amerikanın və onun bir ardıcılı olaraq İsrailin qurmaq istədiyi hegemoniyaya hazırda qarşı çıxan ən böyük qüvvələr hansılardır? Yəməndəki Husilərdir, İrandır, müəyyən səviyyədə bəlkə Türkiyədir. Yəni Türkiyənin aktiv olaraq qarşı çıxmasından çox Türkiyənin varlığının İsrail tərəfindən bir potensial təhdid kimi görüldüyünü düşünürəm. Təbii ki, hazırda düşünmürəm ki, Türkiyənin aktiv olaraq İsrailə qarşı çox böyük bir təhdid olmaq siyasəti var, amma mən düşünürəm ki, İsrail yaxın şərqdə istənilən böyük müsəlman dövləti özünə potensial təhdid sayır və istəyir ki, yaxın şərq daha çox Livan, Küveyt, İordaniya ölçüsündə ya da İraq Kürdistan ölçüsündə dövlətlərdən ibarət olsun ki, heç vaxt nəzəri olaraq belə İsrailə hansısa bir hökumət, hansısa bir dövlət təhdid yaratma fikrinə düşə bilməsin. Yəni ona görə də mən təbii ki, istəyirəm ki, onların planları uğurlu olmasın və müqavimətlə qarşılaşsınlar. Ona görə yox ki, İrandakı rejim çox yaxşıdır, İrandakı rejim legitimdir, hansısa bir əxlaqi üstünlüyə sahibdir. Yox, sadəcə həm yaxın şərqdə, həm də qlobal olaraq hegemoniya qurmaq istəyənlərin, yəni bu hegemoniyanı qurmaq istəyən Çin də olsa, Amerika da olsa, İsrail də olsa uduzmasını istəyirəm. Çünki bir hegemonun hakim olduğu, xüsusilə neoliberal indiki iqtisadi rejimin dayağının, mərkəzinin hakim olduğu bir dünya bundan daha yaxşı bir şey vəd eləmir. Daha pis olacaq ki, daha bir yaxşı olmayacaq. Son 5 ildə inqilab olmasa, xalq öz taleyi ilə barışıb Türkmənistan 2 il olacaq səncə? Mən Azərbaycan Türkmənistan ola biləcəyini inanmıram, ən azından regional səbəblərdən. Amma rejim Türkmənistandakı qədər sərt və hakim ola bilərmi? Bəlkə də artıq Azərbaycandakı rejim Türkmənistandan daha oturuşmuş, daha ciddi öz gücünü təmin eləmiş rejimdir. O cəhətdən Türkmenistan'dan daha yaxşı vəziyyətdəyimi, daha ümidli vəziyyətdəyimi ondan əmin deyiləm, amma haqlar baxımından və azadlıqlar baxımından Türkmenistan'dan geriyə düşərəkmi onu düşünmürəm. Sadəcə şey düşünürəm. Azərbaycandakı rejim indi hazırda insanlara nə qədər azadlıq verirsə, məsələn indi biz sosial şəbəkələrdə hər yaza bilirik, hər də məsələn mən canlı açıb Azərbaycanda kimlərlənsə həm söhbət edə bilirəm, həm də nəsə danışa bilirəm. Yəni bunun qarşısını almırlar, çünki bunun onlara egzistensial təhdid yarada biləcəyinə inanmırlar. Onlar düşünürlər ki, Rüstəm istədiyi qədər yazsın, Rüstəm istədiyi qədər danışsın, onsuz da bu bizim hökumətimizə hansı təhdid yarada bilməz. Əgər düşünsələr ki, bu necəsə təhdid yarada bilər, təbii ki, bunu da qarşısını alacaqlar. Amma düşünmürəm ki, bu bizim Türkmenistandan daha yaxşı olmağımıza görədir ya da Türkmenistandan demokratiyaya daha yaxın olmağımıza görədir. Yox, sadəcə məncə düşünürəm ki, bizim rejim Türkmenistandan daha stabildir, daha
oturmuş bir rejimə çevrilib. Ona görə də özlərini bəlkə biraz daha çox inanırlar Türkmenistandakı rejimdən daha çox. Beşik olsun, beşik olsun. Sağ ol. Uzun olmasını açıqlamıyor, tərsləmə olmaması. Təbii ki, yəni heç kim en azından mən düşünmürəm ki, yaxın şərqdə müəyyən güc balansı istəyən, yaxın şərqdə hansısa bir dövlətin hegemoniyasına qarşı çıxan kimsə hazırda İranın tamamilə İsrailə təslim olmasını istəyər. Yəni yaxın şərqdə güc balansının tamamilə pozulması və hər şeyin İsrailin istədiyi kimi olması, bir növ bütün yaxın şərqin Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt kimi rejimlərdən ibarət olması, kiçik və çox belə necə deyim, çirkli networklərə sahib, çox çirkli rejimlərdən ibarət olması, hamısının İsrailə sadiq olması, Amerikaya sadiq olması və bütün yaxın şərqin dubaylaşdırılması prosesini mən inanmıram ki, hansısa güc balansı istəyən insan razı olsun. Təbii ki, bu bəlkə də yaxın şərq xalqlarını daha xoşbəxt eləyəcək, daha varlı eləyəcək, amma günün sonunda biz istəmərik ki, neoliberal hegemoniya hər yerdə tam hakim olsun. İran içərdən parçalanmayacaq, hərbi zərbələr xalqı həllərə antiflag effekti verəcək, qurudan da işğal edə bilməyəcəklər, Zarkos dağları var. ABŞ-ın hazırki yığılmış qoşunları aviazərbə məqsədilə gətirilib, aviazərbə ilə rejim devrilmiş. Yəni mən də onu deyirəm, bir ara onu dedim ki, aviazərbə ilə rejimin devrilə biləcəyinə mən inanmıram. Xameneyi öldürə bilərlər, Xameneyinin öldürülməsi rejimi tamamilə dəyişəcəkmi, ya da rejimi məhv edəcəkmi bilmirəm. Yəni hazırki potensial vəliyyətlər içində kim nə qədər populyardır, açığı bunu o qədər dəqiq bilmirəm və nə qədər legitimliyi qəbul olunacaq onu dəqiq bilmirəm. Amma düşünmürəm ki, aviazərbələrlə rejimi tamamilə yıxmaq yaxud da bütün məqsədləri çatmaq mümkündür. Onsuz da yenə dediyim kimi düşünürəm ki, İrandakı ya indiki Ayətullah Xamenei ya da başqa bir Ayətullah gəlsə belə, o vəd versə belə ki və müqavilə imzalasa belə ki, mən bundan sonra İsrailə qarşı ballistik raket istehsal etməyəcəm, mən nüvə proqramından tamamilə imtina edirəm. Mən düşünmürəm ki, İsrail bundan qane olacaq. 2015-ci ildə eyni vədlər verildi, 2015-ci ildə eyni müqavilə imzalandı və günün sonunda İsrail və Amerikanın içində İsrailə özünü daha yaxın hiss edən qruplar Trump hökumətini 2016-cı ildən sonra məcbur edilər ki, həmin müqavilədən çəkilsin. Yəni sabah bu müqavilə imzalansa, yenə İran hansısa sözlər versə və yenə sanksiyalar yumşaldılsa, hansısa bir orta yol tapılsa, orta məxrəc tapılsa, mən düşünmürəm ki, İsrail bu dəfə razı olacaq ki, yaxşı, indi yəqin ki, İran daha belə şey eləməz. Artıq 1 saat 22 dəqiqə oldu. Səhv etmirəmsə başqa bir sual da yoxdur. 5-10 saniyə daha gözləyim, başqa bir sual yoxdursa yavaş-yavaş yekunlaşdıraq. 15 nəfər elmişik. Oldu. Okey, başqa bir sual yəqin ki artıq yoxdur. Bundan sonra da olsa üzrlü saysın. Demək, bu dəfə biraz gecə oldu, artıq Bakıda saat 00:20-dir. Gələn dəfə daha tez eləməyə çalışacağam. Çalışacağım ki, təxminən Bakı saat ilə 9-10 ətrafında başlayaq və 1 saat içində, 1 saat yarım içində yekunlaşdıraq. İlk yayım idi, ilk yayım cəhdi deyə təbii ki, həm texniki cəhətdən, həm mənim özümdə təcrübəsizlik cəhətdən problemlər olmuş ola bilər, nitqimdə problem olmuş ola bilər, yaxud da mövzuların ardıcıllığında və mənim onları izah etmə formamda müəyyən çatışmazlıqlar ola bilər, amma çalışacağam ki, getdikcə daha yaxşı olsun və davam edeyim. Bütün iştirak edənlərə, izləyənlərə şərhlərdə suallar soruşaraq və fikirlərini bildirərək interaktivliyi artıranlara və bir növ yayımın ardıcıllığının davam etməyinə kömək edənlərə çox təşəkkür edirəm. Dəstəyə görə çox minnətdaram. Ümid edirəm ki, gələn yayımlar ən az bu qədər və bəlkə daha yaxşı olacaqlar. Sağ olun, çox sağ olun.